Telefonda. Yani sadece Aha. 11 ne düşünüyorum? Aha. Sonra ayaklarımla oynamışım. Biraz kalitesini yaşlaştırmışım. O hiç. Mesela çəkiliş eləyəndə Instagram şeyine standartlar var da birin bira olmalıdır ya da necəsə. Elə olmur. Mən həm necə ki kamerada elə olsun bir başa çəkəndə. Burada məsələn Yo, kapıda ayaqlarında video çəkəndə avtomatik zil sözcüsündə olur. Bəli. 100%. Yəni bir adi video çək, zil sözcüsündə olacaq bir şey. Yəni. Necə opsiyansız. mesela hangi bir Instagram standartına uyum. Onda şey elə, Canva-dan Instagram ölçülərini seç, videonu ora yüklə, öz avtomatik atacaq həmin ölçülərə. Mən misal üçün mən elə edirəm, qoy göstərim bunu. Mesela Yox, mən belə edirəm, amma bilirəm ki, 100% Instagramda çəkilən videoları paylaşanda özü Reels ölçüsündə olur zaten. Məncə bir dənə yoxla, o özü Reels ölçüsündə olacaq. Bu da asılsın, bunu da göstərim sənə bu variantı. Orada işləyirsən. Ha. İşte. Yo, özüm freelance. İşte mən Canva deyəndə, deyirəm, ərzəmiyyətini yazmışlar. Yəni, digitalizasiya Canva deyil onsuz da. Yəni, mən belə freelance'da, yəni, freelance zaten elə ki, SMM deyəndə freelance həm dizayn edir, həm də reklam edir. Aha. Yazdım oradan doğru gider. Ve şey adam yani o çözüldü. Sonra ne yaparız diyeler. Yani çeşitli kasayla kasayla. Yani reklam sitesinde 4 reklam. Başka isimle. Bunun için çok sayfaya girdim. Yani sayfada bir yan spam var. Müəllim necə gedir? Gedir də. Ma sevmiyorum. Aman aman. Devam et sonra. Hə. 10 dəqiqə. Okey, biz başlayaq onda qoşularda 10 dəqiqə. Durdum orada. Okey. Gəlin başlayaq dostlar. Qaldıqca qalır. Deməli, biz keçən dərsimizdə awareness reklamlarının üzərindən keçdik. Yes, axıra kimi bitirdik awareness reklamını elə. Tamam. Bir nəsə qaldı. Tək awareness reklamını desən bitirdik. Yoxsa, Yox. ha, hədəf kütləyə qədər qaldı. Ha. Yes. Evet. Sonra recording heç baxmamısınız? Yox. Ben bakmamışım. Bax, bu bax kim var baxanlardan? Okey, hədəf kütlə. Tamam. Başlayaq. Hədəf kütlələrdən davam eləyək. Okey. Bu günlərin çalışıq reklam növlərini bitirək. İnşallah belə internetdən çatım bitirək. Ne? yani başa düşüyorum. Ne? Şöyle. Aha. Ha, onun üstündən hər reklam növündən keçəcəyik. Bəli. Deməli, başlayaq awareness reklamının davamından. Gəlin xəritəyə qədər siz deyin, mən gedim. Okey, xəritdən sonraki mən yeni dərs olaraq Bence başlayaq. burada adı koyduk. Okey, burada adı var. Deyirdi ki, məsəl üçün, Deyir. restoran adı, tarixi, məsəl üçün, mövzusu. Okey, deyək, düzdür, elədir. Boz. Ya gəl elə yazaq, okey. Məsələn. Ad, ondan sonra yazırıq bura. Tarix. Mövzunu yaza bilərik. Tarix. Ah. Mövzu, bir də Akram awareness reklamı. Hə. Bəli, hesabı şəkildə yazdım, bəli. Burada başqa isimlə verdik, gedirik ikinci mərhələyə, okey. Ondan sonra adlandırırdıq. okey, yəni adını qoy, yazdıq bura və burada. Daha sonra burada müəllim o şey bizim ölkədə keçərlidir, sonsuz başını üzr Aha, etdik. keçərlidir. Keçərli Deyil, bu istifadə eləmirik. okey. Bilinlikdə 20% yazılır. Buna dostlar bizim ölkədə keçərlidir bu. Prosta istifadə eləmirik, tamam? Yanlış istifadə elədik. Bəli, istifadə Burada eləmirik. səhifəmizi seçirdik, vitamin. Okey, bu səhifəmizdə burada erişim üst səviyyə çıxımı olduğu kimi qalır Hə. zaten, okey. Yəni baxın, istəyəsiniz Əsas bu uyğun yaxşı. dəyişir. Bəli, burada misal üçün bir nəfərin qabağını istəyirsinizsə 5 dəfə çıxartmaq, çox çıxartmaq, onda ki bunları dəyişə bilərsiniz. Ondan sonra aşağı düşəndə burada büdcələri təyin edirik, toplam büdcə və yaxud günlük büdcə qoyanda, okey. Toplam büdcə qoyanda biz bundan da istifadə edə bilirdik ki, hansı ki reklamı saatlarına görə planlayırdıq. Ondan sonra bundan veririk. Aha. Gəldik ölkə hissəsinə dostlar. Ölkə hissəsində, okey, biz bunu demişdik deyəsən, yes, bu hissəni. Okey, Bakını seçə bilərik, məsəl üçün.
Bakı şəhər də seçə bilərik. Okey, bəli. Varsa əyalət. Bakını şəhər kimi də seçə bilərik və yaxud əyalət kimi də seçə bilərik, okey? Ləman şəhər kimi seçəndə Bakını pinlə seçmiş olur, tamam? Yəni yumru özü işarələyir ki, ancaq bu ərazilərdə reklam çıxardacağam. Bunu kim deyir? Bu nə idi bəs? O burada znasok var. Rayonlarda olanlar da Bakıdakı reklamlarla maraqlanırlarsa, onların qarşısına Bəli. çıxarsın. Bu znasokun burada olması sizə mesaj sayı çox gətirə bilər, okey? Amma real müştəri gətirməyəcək. Niyə? Çünki bu znasok bəli. Məsəl üçün atıram, adam qalır tutaq Şamaxıda, amma bu location'ın içində həmin məhsula maraq göstərirsə, okey, onda reklam onunla qabağına çıxmış olacaq. Və adam bəli Şamaxıda qalır deyə, ona görə durub oradan gələsi deyil Bakıya. Ondan sonra aşağı düşdük. Gəldik dostlar hədəf kütlə hissəsinə. Okey? Bu hissəyə diqqətlə qulaq asın. Deməli, advantage nə idi bizdə? Advantage plus. Aha. Aha. Advantage plus nə idi? Murat Deyim yazdı. müəllimə, deyim. Aha. Çünki Birinci nə? Facebook'un bizə verdiyi alqoritmaları Yes. təşkil edir. Advantage plus bəli. Biz istifadə edəcəyik, biz onu Deyəcəm. söyləyəcəyik. Advantage plus bəli, alqoritmanın özüdür, okey? Yəni burada sənə deyir ki, hədəf kütləni alqoritmanın öhdəliyinə burax, okey? Bu variant necə işləyir? Gəldik. Hədəf kütləni alqoritmanın öhdəliyinə buraxmaq üçün biz baxın burada zaten var. Siz zaten burada heç nəyə əl dəyməsəz, okey? Tutaq ki, heç nəyə əl dəyməsəz, keçdiniz. Bu özü belə alqoritmanın öhdəliyinə buraxmaq deməkdir. Doğru. Okey? Yes. Və yaxud da ki, buradan deyirsən ki, bəzi hissələrdə mən təyin edeyim bəzi faktorları. Qalanlarını alqoritma yenə də özü təyin eləsin, okey? Məsəl üçün, yaşı təyin edə bilərsiniz burada. 18-dən 65-ə kimi burada özü verir. Təyin edə bilərsən ki, məsəl üçün, 24-dən 65 plusa kimi olsun, okey? Bilirsən, Bəli. Həsən bəy də deyəsən, o bizim mentor müəllim. O deyəsən ki, 34-ə qədər 32 deyəsən, 34. Bəli, onu izah edəcəm dostlar. Murad, narahat olma. Onların hamısını deyəcəm, okey? 24-dən 65 plusa qədər seçdim, okey? Ondan sonra aşağıda gəlir cinsiyyət hissəsi. Cinsiyyətdə seçirəm, atıram qadınlar. İndi mən burada demiş oluram ki, qadınlar olsun, yaşı da bu olsun. Amma nəyə marağı varsa alqoritm özü seçsin. Mən də təyin eləmirəm onu, tamam? Maraqlarını mən təyin eləmirəm. Ondan sonra bu hissədən, baxın, özəl hədəf kütlə hissəsindən biz nəyi təyin edə bilərik? Özəl hədəf kütləsindən biz yaratdığımız hədəf Bəli, kütlələrdən əvvəlki dərslərimizdə də kütlələr yaradırdıq. Yadınızda yes. Bənzər hədəf kütlələr yaradırdıq. Yadınızdadır. Web saytımıza 15 gün, 30 gündə girənlər, mesaj göndərməyənlər, yadınıza düşdü? Əpi bir ayda istifadə eləməyənlər və onların hamısını əvvəlki yaratdığımız hədəf kütlələr yaradırdıq, qalırdı arxa tərəfdə. Hamısını burada istifadə edə bilərsiniz. Kliklədim bura, misal üçün, okey, vəssalam. Baxın, burada çıxdı. Bənzəri də çıxdı, özəl hədəf kütlə də çıxdı. Hansı ki, əvvəl yaratdıqlarımdansı. Bir ay ərzində web sayta girməyənlər, son 45 gündə uşaq videolarının 3 saniyəsini izləyənlər və s. Burada bütün hamısı çıxdı. Mən o dəfə reklam verəndə öz yaratdığım hədəf kütlələrdən bir də ki, bənzərindən istifadə eləmək istədim. Amma ikisi də 1000-dən az olduğuna görə... Mindən az olanda istifadə olunmur. Bəli, ya gözləməlisən biraz yetərli data yığılsın. Ola bilər, 2 gün çəkə bilər. Düşürdü. Bəli, hədəf kütlə az olanda burada daraşır və reklamlar demək olar ki, işləmir onda. Bəs, yəni alqoritm bunu qəbul eləmir ki, yoxsa yəni bu azdır da, yaxşı, Elə bunları bir da şey yox. istifadə elə, bundan alacaq. Elə bir şey yox. Nə seçirsənsə onu istifadə edir və o da dar olduğuna görə reklamlar işləmir. Məsələn, müəllim, siz mənə məsləhət görərsiniz ki, elə bu hədəf kütlələrini heç nə əl vurmuyor, Advantage Plus özü hamısını eləsin. Yes, deyil. Gələcəm, hamısını izah edəcəm, okey? Yes, onu tövsiyə edəcəm mən sizə, yes, bəli. Sağollar sevda. Ondan sonra biz burada bəlirli faktorları özümüz elədik, qalanı artıq alqoritmanın öhdəliyindədir, okey? Bu cür davam eləyə bilərsiniz. Mən bəzən bunu yoxlayıram, yəni effektiv olur, okey? Bəzi faktorları özümü təyin edirəm, qalanı alqoritmanın öhdəliyinə buraxıram, yəni Advantage Plus-a buraxıram, okey? Ondan sonra, əgər ki yox, deyirsinizsə mən sıfırdan alqoritm öhdəliyini buraxmıram, sıfırdan özüm yaradacam hədəf kütləni. O zaman nə edirsiniz? Gəlirsiniz aşağıda sağda orijinal hədəf kütlə seçənəyi var, okey? Orijinal hədəf kütlədən əsl hədəf kütlə yazılıb burada, gördünüz? Əsl hədəf kütləyə keçid edirsiniz və salam. İndi hədəf kütləni sıfırdan özünüz yığmış olursunuz. Yəni, bura nə qeyd edirsinizsə, reklamda onların qabağına çıxacaq. Misal üçün, gəldim bura. Deyirəm, Bakı 40 kilometr, aşağı düşdüm, 24-65 plus olsun. Ondan sonra burada deyirəm, cinsiyyəti təyin edirəm. Bir də burada
özüm yaradıram hamısını. Deyirəm, baxın, burada çox detallı hədəf kütlələr var, okey? Məsəl üçün, burada sizə göz atı hissəsinə gələndə biz kontentdə mi hardasa mı keçmişdik, səhv eləmirəmsə, behavioral, psixografik, demografik, belə bir şey keçmişdik, yes? Materialda bəli, var persona var idi, materiallarda var, baxmışdı da yəqin ki. Kimsə nəsə yazıb. Müəllim kod istəyir, sizə şey aldı. Hoş. Şalara da yazılır. Yəqin bəlkə provide edibsiz. Linkdir. Söyleyeyim. Oy, F10 qrupuna atıldı. Sən baxsanız bax. Bir qalsın. Telefonu dokun. Hə. O sıkıntı falan. Olsa suallar olarsa, okey, ya breakdə verək, tamam, mən özüm deyəcəm sizə sualları, ya da dərsin ən yekununda, okey? Çünki mən fikir verirəm, çox ləng gedirik, tamam, ona görə biraz prosesi sürətləndirək, okey? Deməli, davam edək. Və baxın, burada öncə detallı hədəf kütlələr var, hansı ki, siz özünüz sıfırdan qurursunuz, okey? Məsəl üçün, demografik hədəf kütləyə baxsaq, biz burada görərik, təhsili necə olubdur bu adamların və yaxud hansı məktəbi bitiriblər, hansı məktəbdə oxuyublar. Məsəl üçün, bir də məktəb deyin. 308. Bilməm, nömrələr çıxır yoxsa yox, 149. Hansı nömrə çıxır deyə yadıma gəlir. Yox, bunlar vacib deyil, bu var belə hədəf. Peki benim ya o demografik bilgiler, eğitim. Düzgün. Mən axı elə şeylərdə ətraflı açırdı, yəni belə ya skopla axtarma olmur. Ha, Oxford Universiteti falan çıxdı, bizimki də çıxmalıyıq bir dəqiqə. Bəli. Ha, baxın, Azərbaycan Tibb Universiteti, Texniki Universitet, nə bilim, İqtisad Universiteti falan, yəni bir bu universitetləri bitirən kimlərsə varsa, onların qabağına reklamı çıxacaq, okey? Ondan sonra, universitet məzun illəri, hansı deyil illərdə məzun olanı, hansı illərdə məzun olubdur, okey? Məzun olduğu illəri belə seçmək mümkündür. Ondan sonra, yenə baxaq hədəf kütlə səsinə. Maraq hədəf kütlələri var və çoxdur. Nə bilim, buna da maraqlı şeylər var. Ailəsindən uzaqda qalanlar. Ondan sonra... O necə algoritma sizə çarəsiz? Ola bilər, misal üçün atıram. Baxır, ailəsi üçün nə bilim, nəsə alır, göndərir, ailəsi üçün ailə üzvlərindən danışırlar. O, hamısına baxıraq alqaritm danışır, deyir, filan vaxtda göndərəcəm, filan. Və yaxud arası gedəndə özündən nəsə alıb aparır. Yəni, bu kimi şeylər öz faktorları var da, indi onun üçün. Amma mən sizə deyim, yəni, daha dəqiq yəni, təyin edə bilir həqiqətən. Ondan sonra doğum ad günü 7 gün içərisində olan oğlan dostlarım varsa, onların qabağına reklam çıxacaq. Və yaxud ad günü 7 gün içərisində olan xanım dostlarım varsa, onların qabağına reklam çıxacaq və s. Okey? Burada var. Ondan sonra başqa nə var burada? Yaxında köçmüş olanlar var, yeni evli olanlar var, 1 il, 3 ay, 6 ay ərzində, yeni nişanlı olanlar 1 il, nə bilim, 3 ay, 6 ay ərzində, il dönümünü qeyd edənlər var, ondan sonra valideynlər var burada, bütün valideynlər, uşağı 12 aya qədər, uşağı 3-5 yaşlı olan valideynlər, nə bilim, uşağı 6-8 və s. Okey? Doludur. Hər bir ədəd kütlə var burada, tamam? Ondan sonra biz öz məhsulumuza uyğun hədəf kütlələr axtaracaq, okey? Ondan sonra normalda pub restoranlarında, misal üçün, bəzən ilişkisi var hədəf kütlələr çox effektiv olur. İlişki? Hə, ilişkisi var hədəf kütlələri çox effektiv olur. Həqiqətən. Yəni, yoxlayanlar var, test edənlər var, bizim uşaqlar da test edirlər, çox effektiv olur. Ondan sonra... Münasibətdə ilə publar üçün daha uyğundur. Cütlük yox. İlişkisi olan, yox. Seçirlər erkəklər, misal üçün, hədəf kütlələr seçirlər ilişkisi olanlar. Okey? Pubdan uyğundur. Bəli, sevgisi olanlar, bəli. Publar... Pubdan uyğundur. İkisi məşğul olmalı deyil. Pub'a niyə uyğundur? Pub reklamlarına görə uyğun gəlir. Mən məşğul olmalı. Deməli, əgər dəf çəkilən çəkən adamlar için ən uyğun olurlar, məsələn. Yox, pub restorandır, okey. Və seçirlər kişiləri, seçirlər əlavə olaraq da burada sevgisi olanları hədəfləyirlər. Əksin niyə olsun? Yəni, pub'a normalda həmişə kişilər gedir də. Çox vaxt.
o heç də o ayrı bir şey sektordur. Mən sırf şeydən danışıram. Sırf publar var. Hə, PIV orada sırf onlardan yəni. Orada öcə effektiv olur belə düşlər. Ondan sonra misal üçün vitamin səhifəsinin reklamlarında keçən əvvəlki qruplar şey təklif etmişdilər. Trendyola marağı olanlar, Temuya marağı olanlar, okey. Yəni Amazona falan marağı olanlar. O trend Bunları təyin eləmişlər. Hə, Trendyol yazırsan gəlir. Aha, deyir buna marağı olanları falan seçsin, okey. Seçildi, çox effektiv olurdu vitamin üçün. Amma Çünki bəli, vitaminin Hə. mağazası yoxdur, onlayn sifarişdir deyə, okey. Onlayn sifarişdə kimlər belə? Trendyol'a marağı olanlar, Palvin və onlayn Trendyol'dan sifariş verir də bizim ölkədə çox cəmaət, okey. Və onların Trendyol'a marağı var deyə onlayn shoppingdən qorxmurlar. Bəzən onlayn shoppingdən çəkinirlər. Birdən gəlməz, pis gələr, keyfiyyətsiz gələr falan, okey. Amma Trendyol'a marağı olanlar qorxmurlar, sırada sifariş verirlər. Ona görə bu hədəf kütlədə bu səhifələr üçün effektiv olur. Yəni onu demək istəyirəm ki, bəzən sənin məhsuluna aid olmayan elə bir şeylər olar ki, okey, o sənə çox müsbət təsir göstərər. Və bunu da axtarıb tapmaq lazımdır. Və plus da buyer personaları dəqiq bilmək lazımdır. Okey? Ona görə buyer persona önəmlidir. Ondan sonra davam elədik. Buradan tutalım ki, hədəf kütlələrimizi təyin elədik. Məsələn, saç məhsullarından, saçı marağı olanlar, nə bilim, başqa nə var? Saç stilinə marağı olanlar, saç məhsulları, nə bilim, saç baxımı marağı olanlar və s. Ondan sonra buradan biz dilləri təyin edə bilərik. Dillər, yəni kim metanı hansı dildə işlədirsə, reklam onların qabağına çıxır. Bəli, metanı. Bəzən digitalçılar burada 3 dənə dili seçirlər. Azərbaycan, Rus, İngilis dillərini seçirlər, okey. Və elə davam edirlər. Amma mən tövsiyə edirəm ki, bütün dillərdə qalsın. Çünki ölkədə başqa dil istifadə edən profillər çoxdur, userlar çoxdur, okey? Mənim adı 3 dənə yoldaşım başqa dil istifadə edir. Nə var, həmin dili öyrənməyə çalışırlar və başqalar həmin dildə istifadə etməyə. Yəni, var belə istifadə edənlər çoxdur. Ondan sonra, siz yaratdığınız hədəf kütləni, tutaq ki, seçdiniz marağı olanları, cinsiyyətini, yaşını və location'ını, okey? Ondan sonra buradan kayd edə bilərsiniz. Yəni, saxladınız, save elədiniz burada. Save eləyəndən sonra başqa bir gün reklam qoyanda save elədiyiniz hədəf kütləni istifadə edə bilərsiniz. Okey? Yəni bir dəfə yaratırsınız, bir də hər dəfə yaratmırsan da. Yəni eyni məhsulu reklama qoyursansa, eyni hədəf kütləni gəlirsiniz yuxarıdan. Baxın, burada kayd edilənlər var. Save olanlar listəsi var, okey? Buradan bunlar hamısı kayd olunanlardır, okey? Seçirsiniz və səlam. Həmin şeylər avtomatik olaraq özü yüklənmiş olur. Mən yəqin ki, basılıb sonradan təzə kesilmiş görəsən hansı reklam idi bu mən demişdim ki, Zaten save eləyəndə adını yazırsan onsuz da. Buradan save eləsən, məsəl üçün, buradan adını yazıram, nə bilim, biotin məhsulu üçün hədəf kütlə, okey? Belə adını təyin edirsən. Aha. Bayaq fikirləşdim, yadımdan çıxdı. Biz bu demoqrafik bilgilərin düzəldirik, düzdürmü? Məsələn, biz bunu ChatGPT-dən çox kömək istəyirik də. ChatGPT verdikləri demoqrafik bilgilərdə biz bəzən olmur metanın özündə. Biz bunu ARP-dən istifadə edərək həmin o demoqrafik bilgiləri götürə bilərikmi, yoxsa gərək öz yaradıcılığımızla qalırıq? Yox, öz yaradıcılığın olsa sənə müsbətdir, sənə plusdur. Çünki sənin hədəf kütləvi, sənin məhsulun alıcısını səndən yaxşı tanıyan olmaz da, okey? Düzdür, ChatGPT sənə tövsiyə verə bilər. Amma bu fakt sənin məhsulunu və bunu səndən yaxşı tanıyan biri olmaz. Ona görə dediyim kimi, bayaq pubdan misal çəkdim və ya başqa vitamindən misal çəkdim. Yəni, onlar elə bir şey ki, onları ChatGPT sənə tövsiyə kimi verməz ki, əgər sən vitamin işlədirsənsə, Trendyol'a marağı olanı seç. Okey? Amma fakt Trendyol'a marağı olan kimdir? Online shopping eləyənlərdir və vitamin də online shopping olduğu üçün ona görə çox effektiv təsir elərdi. Yəni, ChatGPT-dən sən məsləhət ala bilərsən. Hə, o sənə bəli, bir növ məsləhət verir, amma sırf sən öz məhsulunu özünü yaxşı tanıyırsan deyə özünü seçməyi daha yaxşıdır, məqsədə uyğundur. Ondan sonra davam edirik. Reklam alanları hissəsindən yenə nə var burada? Advantage Plus var, okey? Advantage Plus nə idi? Bəli, nəyi alqoritmanın özünə buraxırıq? Reklamlar harda gedəcək? Reklamlar harda yayımlanacaq, okey? Bunu alqoritman, yəni Facebookda mı, Instagramda mı, Messengerdə mi, yoxsa Audience Network'da mı? İndi bizdə yoxdur da mənim Audience Network. Var. Azdır, yəni indi deyəcəm nədə olar.
Ondan sonra Advantage Plus hissəsini deyirəm ki, yox, mən özüm quracam, alqoritm ötərinə buraxmıram, okey? Yenə gəlirik Advantage Plus-ın yanında editləmə hissəsi var, okey? Editləmə hissəsindən biz Advantage Plus-dan çıxardıb nə eləyirik? Manuel eləyirik, okey? Bəli. Manuel eləyəndən sonra baxın, burada bizə bir dənə seçim gəlir. Device hissəsi, okey? Yəni cihazlar. Yox, o deyil. Burada bizə gəlir sənin reklamın, bəli, desktopa mı yayılmasın, yoxsa mobildəmi? Okey? Yoxsa hər ikisindəmi? Normalda tövsiyəm odur ki, desktopu ləğv edəsiniz. Çünki heç kim desktopdan daxil olub, yəni kompüterdən daxil olub, Instagramda saatlarını fırlanmırlar, gəzmə belə deyək. Bəli, yəni iş üçün biraz işlədik, çıxdı və salam. Ondan sonra mobili seçəndən sonra burada platforma hissəsi var, okey? Platforma hissəsindən biz təyin edirik reklamın harda yayılmasını. Facebook bildiyimiz Facebookdur, Instagram bildiyimiz Instagramdır, Messenger bildiyimiz Facebookun chat hissəsidir. Audios Network isə o bəzən olur Google-un partnyor olduğu saytlar var. Okay? Gmail nəyin məhsuludur? Google-un məhsuludur. Və bəli, nə bilim, yes, bəli, onlar hamısı Google-un məhsuludur. Eyni qaydada Meta-nın da özünün ayrıca məhsulları var. Okay? Yəni Audience Network odur. X bir platformadır, Meta-ya aiddir. Sənin reklamın o platformada yayınlanacaq. Okay? O platformalara baxmaq üçün Meta Google-da search edib baxa bilərsiniz. Meta-ya başqa hansı platformalar daxil olur. Tamam, eyni qədər şey var, yəni platforma var, app var, sayt var və s. Orada sənin reklamların da başlayacaq görsənməyə. Audience Network-də. Bəli, yes, bəli. Oradakı davam eləyəcək. Effektivdirmi? Effektiv deyil. Çünki ölkəmizdə, yes, ölkəmizdə effektiv deyil. Okay? Çünki istifadə edənlər azdır. Ondan sonra məsləhətim, əgər Facebook istifadə edirsinizsə, sırf Facebooku təyin edin. Instagrama reklam verirsiniz. Bəzən digitalçılar bunu iki yerə böl, ikisini də verirlər aktiv şəkildə. Okay? Bunu qətiyyən məsləhət görmürəm. Əvvəllər okey idi, indi isə okey deyil. Niyə? İndi bəzən çox şeylər dəyişibdir. Biz burada tutalmış təkcə Facebooka reklam veririk, okey? Vəssalam, Facebooku təyin elədim. İndi burada bəzi nüanslar var. Deməli, əvvəllər reklam verəndə, okey, burada hədəf kütləni detallı hədəfləyirdilər. Misal üçün, sırf location-ı nöqtə atışı atırdılar. Okey, hədəf kütlə üzrə nöqtə atışı atırdılar. Yəni deyirdilər ki, burada nə məqamlar var? Baxın, tutalım ki, mən sağlam vitaminlər satıram, okey, sağlam həyat tərzi satıram da. Deməli, mən burada demiş oluram, bəli, mən burada demiş oluram ki, uşaq vitaminləri satıram məsəl üçün, okey. Uşaq vitaminləri üçün hədəf kütlənin nöqtə atışı atıram burada. Baxın, deyirəm ki, burada valideynləri olsun, okey. Yazıram, bütün türkçəsində yazdım. Okey. Bütün valideynləri yazdım bura, tamam, hamısı. Və yaxud buradan təyin edə bilərəm. Buradan təyin edə bilərəm. Uşağı nə bilim 6-8 yaşında olanlar, 9-12 yaş, 3-5 yaşında və s. Və yaxud da ki, baxın tümü. Tümünü seçəndə zaten bunların hamısı aid olur. Okay? Hardan birisi aid olur? Çünki baxın, sağ tərəfdə mənə təxmini hədəf kütlənin böyüklüyünü göstərir. Okay? 246.500 ilə 290.000 arasıdır. Təxmini hədəf kütləmin böyüklüyü. Bu dəqiq rəqəm deyil. Sadəcə sənə təxmini göstərir. Okay? İndi mən burada normalda başqa bir hədəf kütlə seçəndə bunun sayı artmalıdır. Düzdür? Tutaq seçirəm uşağı 3-5 yaşında olanlar. Bax, təyin elədim, amma bu az da olsa bəli artır. Amma demək olar ki, artmır da. O şey normalda artır nə edirəm? Çünki daha qısıtlayırsan artıq. O başqadır, indi onu zəhləcəm. Ora gəlmək istəyirəm indi. Artmaq yəni demək 240 mindən qalxıb 400 minə, 5 minə bunu necə tuturam, bəli. Belə deyil, bəli. Annelər, babalar tümü 3-5 yaşın hamısını əhatə edir, düzdürmü? Biz 3-5-ə əlavə eləyəndə bu artdı. Axı burada avtomatik olaraq tümünü seçmişik deyə say dəyişməli deyil axı. Yox, saat dəyişmir zaten. Bu sənə hansısa təxmini göstərir. Bu sənə heç real data göstərmir. Nöqtə atış atmır ki, sırf bu qədər adam var, okey? Düzdür, təxmini düzdür oynaya bilər, amma bu deməkdir, bunu seçməsən ola bilər. Zaten bütün hamısının qabağına çıxacaq deməkdir. Okey, 3-5 yaşda olsa, 6-8 olsa hamısının qabağına çıxacaq. İndi burada bir məqam var. Okey, mən valideynləri seçdim hamısını, tamam? İndi burada başqa nə edə bilərəm nöqtə atışı atmaq üçün? Deyirəm ki, həm valideyn olsun, həm də, bax burada hədəf kütlənin daralt var, okey? Həm də deyirəm, sağlamlıqla maraqlananlar olsun, okey? Sağlam, dedim dəqiqə, yaşam, okey. Həm də deyirəm, yaşamla, sağlıqlı yaşayanlara maraqlı olsun, okey? Yəni, həm valideyndir bu adam. Bu adam həm də nədir?
sağlamlığa önəm verən, sağlamlıqla maraqlanan, okey? Və yaxud uşaq inkişafı ilə bağlı, misal üçün burada olmalıdır çocuk. Aha, uşaq inkişafı, okey? Deməli, valideyn tək seçsəm çoxdur. 300 min dənə valideyn var idi, okey? İndi burada deyirəm ki, həm valideyn, həm də uşaq inkişafı və sağlamlıqla maraqlananlar. 300 mindən düşdü, Murad dediyi məqam. Bəli, daraldı biraz da, okey? Gəldi nə qədər oldu indi? 110 min dənə. Okey? Əvvəllər bu cür eləyib nöqtə atışı atırdılar. Yəni sırf mənim məhsulumu keçirmənin qabağına çıxacaq həm valideyndir, həm də sağlamlıqla maraqlananlardır və uşaq inkişafından maraqlananlardır. Okey? Yəni bundan o yana hədəf yoxdur da. Sən pik atış atmısan. Əvvəl effektiv olurdu, yes. Yəni satışlar falan yaxşı gəlirdi. Amma indi Meta deyir ki, bu hədəf üçdə mənim üçün okey deyil. Test eləyə bilərsiniz, tamam? 10 dənə reklam verirsə, bir dənəsini bu cür test eləyə bilərsiniz, bir dənəsini çox yox. Və kiçik büdcənlə eləyin. Çünki indiki gündə Meta'nın alqoritmalarının yeniləndiyi dövrdə bu hədəf kütlə okey olmur. Yəni Niyə daraltma. okey olmur? Bəli. Yəni. Bəli, Meta deyir ki, hədəf kütləni daraltma və bacardığın qədər geniş tut. Okey? Və geniş tut ki, mən alqoritmamı inkişaf elətdirmişəm. Hədəf kütlənin ən dəqiq atışını mənim alqoritmam özgə tapacaq. Okey? Bu yenilənməsini veribdir, bəli. Onda belə çıxır ki, bizim heç demoqrafi bilgilər yazmamıza ehtiyac yoxdur. Bəzən yazmır, bəzən boş buraxa bilərsiniz. Yəni atıram heç bunu belə yazmaya bilərsiniz bəzən, okey? Sırf alqoritma məhsulun özünə baxır şəklinə və ona uyğun gedib ən dəqiq hədəf kütləni tapır. Nümunələri göstərəcəm zaten reklamlarına 100%. Bəli. Zaten ona görə həmişə nə demişik? Content önəmlidir. Okey? Bəli, məqsəd budur. Content önəmlidir. Okey? Metanın özü deyir. Deyir, bu il kreativ ili olacaq. Bu il contentin ili olacaq. Keçən il də bu söz demişdi. Bu il də eyni şeyi təkrarlayır. Yəni contentin nə qədər yaxşıdırsa, reklamın o qədər mükəmməl işləyəcək. Siz belə sual verirsiniz. Onun Meta'nın bağlı yeniləmələri zaten demişdim, ardından oxuya bilərsiniz. Yes. Meta son güncəlləmələri. Baxın, burada abunə olursunuz Meta'nın bu saytına, okey? Vəssalam, bu saytında artıq bloqlar var. Bəli, və yaxud yeni bir bloq çıxanda e-mail gəlir zaten sənə. Bu bloqlar Meta'nın yenilənmələri haqqındadır. Həm hədəf kütlə, alqoritm, reklamlar, bəzən risk deyir ki, reklamlar falan şey dəyişdi. Okey? Girib buradan belə oxuya bilərsiniz. Ondan sonra hədəf kütlə səsi aydın oldu. İndi zaten reklamların hamısını analizlər aparanda, optimizasiyalar eləyəndə bir-bir baxacaq. A/B testinglər vermişik. Necə? Bu hissəni demişdim, yadınıza gəlir. Deməli, bəli. Baxın, indi mən burada görürsünüz, hədəf kütləni seçdim. Seçirəm bütün valideynlər misal üçün. Okey, seçdim. İndi bu sol tərəfdə, baxın, bu kampanyamdır, reklam setimdir və reklamdır. Və bunlar bir-birinə zəncirvari şəkildə bağlanır. Okey, bir-birinin tərkibində olurlar. İndi mən burada kampaniya bir dənə olur həmişə. Bir dənə şah olur kampaniya. Bunlar isə onun birinə budaqları deyə başa düşün. Deməli, mən burada reklam setimi bir dənə artırıram. Okey? Artırdım. Hızlı çoxalt elədim. Və yaxud kopyaladım deyək, Loro dildə. Okey? Və bununla bu hal-hazırda eyni şeydir. Eyni şeyi kopyalamışam. Okey? Yəni bu necədirsə, bu reklam setim bu dəqiqə necədirsə, yaşlı falan, baxın, buna girirəm, hər şey eyni olduğu kimidir. Çünki kopyalamışam. Okey? İndi niyə sayını çoxaldırıq? İndi bəli, ikisi də eyni şeydir bu dəqiqə. Bu bir şey. İkisi də eyni şeydir bu dəqiqə, düzdür? İndi mən burada ikisindən birini bir dənə nüansa görə fərqləndirəcəm. Bəli, indi eynirəm. Detallı hədəf. Bəli, indi onu gələm, bəli. Burada nə elədim? Seçdim tüm anne babalar, bəli. Nə qazandırır? Vaxt qazandırır. O bəli, o ayrı, bəli, o öz deyir, o zaten o ayrı mövzudur. Aha. Siz orada dediniz ki, Instagramla Facebook əvvəl reklam verənlər ikisini bir yerdə verirdilər, amma indi məsləhətdə deyirlər, Instagrama ayrı verək, Facebookda ayrı. Onda biz A/B test eləyəndə də gərək onda 2 dənə Instagrama set, 2 dənə Facebooka set əlavə eləyib bir kampaniya içində. Yes, eləyənlər var. 2 dənə yox, hərdən yəni bir kampaniyasının 2 dənə reklam seti var, biri Facebookda, biri Instagramın üçün. Başa. İndi baxın, mən burada hamısını neçə elədim Nural deyəcəm o şey. Mən burada deməli nə edirəm? İkisi də eyni şey olduğuna görə burada seçirəm anne babaların qabağına çıxsın, okey, reklam. Burada da gələm bu reklam setimdə. Deyirəm ki, yox. Ümumiyyətlə seçirəm nəyi? Advantage Plus-ı, hanı Advantage Plus? Alqoritmanın özünə. Alqoritmanın özünə buraxıram.
Yukarıdan nasıl şey seçmemişim ya. Yo, yo, aşağıda o manuel. Manueldir. Yo, yo, bu reklam alanlardı bir dəqiqə. Ben yukarıdan. Belki ben kampanyada neyse seçmezsin. Yox, yox, dostum. Ha, bir də tapdım. Ha. Burada da deyirəm ki, mənim hədəf kütləmi alqoritm özü seçsin. Okey? Birində özüm təyin elədim, birində alqoritm seçdim. Tamam? Reklam getdiyi, işlədiyi müddətdə də girirəm, optimizasiya eləyirəm. Baxıram, mənə hansı reklam seti çox mesaj gətirib. Baxıram ki, atıram, alqoritm mənə gətirib 30 dənə mesaj. Özüm təyin elədiyim hədəf kütlə gətirib mənə 5 dənə mesaj. Okey? Setin adını necə dəyişirdin? Yuxarıda. Ha, en başta. Bəli, bir burada. Burada yazırsan alqoritm. Biraz daha. Bəli. Buna da yazırsan özüm. Misal üçün, nə olur dilə yazım, özüm. Çox. Optimizasiya vaxtında baxırsan, gör sənə hansı çox mesaj gətirib, okey? Bu növbəti reklamları ona görə tənzimləyə bilərsən. Bəli. Hə, yes. Bəs Reklam reklam gedəndə gedə-gedə o dəyişir. heç bir problem olmur. Reklam gedə-gedə optimizasiyalarımız çoxdur, okey? Ya, Eləsi var, eləməliyik həmin vaxtda gedə-gedə. Eləsi var, eləmək olmaz gedə-gedə. Gedə-gedə Okey? hedef kitləni şey əlavə edirəm. Bir dəfə hedef kitlə, bir də benzer hedef kitlə. Keçəndə bunu Yox, onlar olmaz. İndi bəzi elə nüanslar var, reklam aktiv ola-ola onlara əl dəymək olmaz. Elə nüanslar da var, gedə-gedə işləyə bilərsən onların. İndi onları siz Okey? ətraflı Deyəcəm onun üçün, bəli. Ondan sonra baxın, biz indi burada mobili təyin elədik, platformamızı təyin elədik, okey. Və yaxud burada heç platforma, hədəf kütləni dəyişməyə bilərəm. Deyirəm, hədəf kütlə eyni qalsın. Amma reklamlarım biri çıxsın, misal üçün Instagramda, okey, burada Instagramı təyin edirəm, Facebooku ləğv eləyirəm. Digərində də Facebook qalır, Instagramı ləğv eləyirəm, okey. Belə də eləyə bilərəm. Yəni, 2 dənə reklam seti varsa, hər hansı bir dənə şeyi dəyişib test edə bilərsiniz, okey. Ondan sonra burada təyin elədim burada Facebooku, okey. Və yaxud Instagramı qoydum. Instagram üzərinə gedib. Okey. İndi algoritmaya bırakmıştım. Bak özü təyin etməliyim ki, Facebook mesela. yox, biz alqoritmə hədəf kütləni buraxdıq. Bəli. Bunu da alqoritmə buraxa bilərsiniz. Advantage Plus-ı yox, o sərf eləmir. İndi ona gəlirəm. Reklam alanlarını indiki gündə Advantage buraxmaq sərf eləmir. Niyə? Çünki əvvəl sərf edirdi. Əvvəl alqoritm nə edirdi? Instagramda reklam çıxarda bilərdi, bir də Facebookda. Çünki alqoritmin öhdəliyinə buraxmışıq, okey. O da baxır ki, o da baxır ki, hədəf kütlə daha çox harda aktivdirsə reklamı başlayır orada göstərməyə, okey. Advantage Plus, alqoritm. Hər yerdə göstərirdi, o heç. Nə edirdi? Instagramda göstərəndə Instagram Direct'ə yönləndirirdi, mesaj göndərdi. Facebookda göstərəndə Facebook Messenger yönləndirirdi. Amma indi qarışdırır. Mənim qabağıma Instagramda reklam çıxır, reklamın call to action'ı Facebookda Messenger göndərdi, okey? Bu mənim Instagramda qabağıma çıxır, ha. Klikləyirəm, məni atır Facebook Messenger'a. Heç mənim Messenger'ım yoxdur, misal üçün. O ayrıca bir appdir də, okey? Və struktur düz deyil, okey? Yəni, mən Instagramda reklam çıxır qabağıma, amma call to action button məni Facebook'a aparır. Və yaxud, Facebookda reklam çıxır qabağıma, call to action məni Instagram'a aparır, okey? Belə qarışıqlıq olur deyə, indiki gündə effektiv deyil. Və şikayətlər çoxdur. Mən Facebookda yazıram, Instagramda gedir, orada alim deyil bir-birinə də belə, yəni qarşılıqlı olur. Ona görə həmişə bu reklam alanları hissəsini ayırd edeyim. Və yaxud bəzən istəsə test edə bilərsiniz, okey? Advantage Plus-a qoyun, bəlkə sizin hədəf kütlə üçün heç bir fərqi yoxdur, okeydir sizin hədəf kütlə üçün. Kimin reklamları farklı. Yox, tapır, göstərirsən, deyir, reklamın filan yerdə effektivdir. Amma o reklam işləyəndə batınlar düz gəlmir bəzən. Okey? Instagramda gəlir reklamın Facebook'a yönləndirir batın məni. Facebookda çıxır, Instagrama yönləndirir batın məni. O batınla düz işləmir. Amma sən nəticələrdən baxırsan, sənin hədəf kütlən hardadır? Facebookdadır mı, yoxsa Instagramdan mı sənə daha çox mesaj gətirir? Onları görürsən hamısını. Ondan sonra tutalım biz keçsək buradan Instagramı. Biraz da aşağı düşüb, burada təyin edə bilərəm. Reklamım Instagram ana səhifədə mi görsənsin, Instagram profil akışında mı görsənsin, ondan sonra kəşfetdəmi, kəşfet ana səhifədəmi, ondan sonra story'dəmi, nə bilim, reelsdə və s. Okey? İndi burada bir nüans var. Reklam verəndə zaten indi optimizasiyalar vaxtında baxacaq. Mən sizə garanti deyim ki, profil akışından kəşfet ana səhifəni ləğv eləyin. Okey, bu ikisindən geri dönüşlər olmur. Okey? Mən ikisini həmişə onlara əlavə edirəm. Yox, bunlardan geri dönüş olmur. Profil akışı və
Ana səhifədir, kəşf etdi, storydir, reelsdir, reels çox işləyir. Okey? Reels yaxşı işləyir. Və yaxud nə bilim arama axtarış yerləridir və s. Axtarış yerləri nədir? Vitamin qoymusan reklama, okey? Baxın, burada Səhifəçilər biraz qabağa çıxarmışsın. yox. Təxmin elədim amma şey kimi deyil. Bir şeydir. Bəli, SEO kimi bir şeydir. Burada baxın şəkildə. Bura vitamin yazdınız axtarış yerləri və səni şəkillə qabağa, sənin reklamı qabağa çıxardır. Səhifənin adını yox, okey? Reklama buraxdığın postu qabağa çıxardır. Bax burada bu kimi. Bəli. Bura kimsə atıram vitamin yazıb nəsə axtarır, çəkildi, bəli, sənin reklamı qabağa çıxardır. Ondan sonra tutalım ki, bu hissələr də getdi. Okey? Hamısını bitirdik. İndi burada bir nüans da var. Buna ehtiyac yoxdur. Amma bəzi elə bir sektorlar var ki, elə bir şirkətlər var ki, onlarda istifadə olunur. Hansı nüanslardır? Baxın, bu hissə var. Daha fazla seçenek gör hissəsi var. Gəldim bura. Burada deyirəm. Cihazlar. Okey? Burada deyə bilərəm. Mənim telefonum nə deyir? Reklamım, bəli, ancaq çıxsın ya Androidlərin qabağına və yaxud iOS-ların qabağına. Okey? Bu harda istifadə? Kimlər istifadə edə bilər bundan? Mobil Apple şeydə olan, Meta developerdə olan mobil tətbiqin reklam verən. Misal üçün elə müştəri var ki, Orada avtomatik seçir. O da bir nüans. Android var. Proqramı app ancaq Android-də işləyir. Düzüm iOS-da Yox, o nüansdır. Prosta app reklamı verəndə avtomatik özü təyin eləyir. Sən app reklamı verəndə ən axırda gələcək app reklamına. Orada ən başda, ikinci mərhələnin ən başını təyin edirsən ki, Google Play Market reklam verirəm. Bu gəlib bu hissəni özü təyin Android seçir. Okey? Pis mənada çıxsın. Məsələn, iki kənarı kənarlara reklam verirsin, o peşələrə. Android. Bəli. Bu məqamlarda bəli istifadə oluna bilər. Yəni 28 maydakı telefon dükanları iPhone kamerasını reklama qoyursa, okey, iPhone gəlib burada təyin edilir və plus iPhone 14 Pro Max kamerasını reklama qoyubsa, iOS seçəndən sonra bəli gəlib burada yazır iPhone, bəli, iki dəfə yazdım, iPhone 14 Pro Max, okey, və salam. Bəli, ancaq iPhone 14 Pro Max gələnən qabağına iPhone kamerası, həmin telefonun kamerası çıxır, okey. Bəli, təbii ki, alma şansı. Və bilirsən ki, reklama baxan hamısı eyni həmin telefonu işlədir. Okey. Ondan sonra və bu məqamda getdi, bir məqamda var. Deyir, sənin reklamın ancaq Wi-Fi Megabaytla qoşulan. bəli, megabaytla qoşulanların qabağına reklam çıxmayacaq. Ancaq Wi-Fi ilə girənlərin qabağına reklam çıxacaq. Bu hansı məqamlarda istifadə olunur? Bu azdır. Məsələn, megabaytda çevirir ki, mənim vaxtım getməsin. Heç kim pul azdır bir dəqiqə. Vallahi. Mən aslında megabaytdan problem deyil. 20 gigabayt. Mən normalda elədim yəni. Misal üçün də Azərbaycan eləyə bilər ki, megabaytla kimi istifadə edir. Bunu özellikle İnternet paketi. Nə? Merkezlendirdim. Bəli, bu nədir? Uzun müddətli videoları reklama qoyanda, okey, onda Wi-Fi bağlantısından istifadə edirlər. Çünki uzun müddətli videoya megabaytla girənlər tam baxmır. Mən baxıram. Yox, baxın dostlar. Burada bəli, şeylər var da. 100-dən 10 nəfər götürək, onun 7-si baxmır, 3-ü baxır, okey? Yəni belə məqamlar var. O deməkdir heç kim baxmır. Baxanlar var, o ayrı məqam, amma çoxluq baxmır megabaytdan uzun müddətli videolara, okey? Sən bir müraciətini biraz yaxınlaşdın, pul megabaytdan 15 internetə çevirsəydin, hə. Yəni uzun müddətli videolar olanda istifadə edə bilərsiniz. Amma bu ümumiyyətlə mən elə ki ehtiyac görmürəm. Ondan sonra davam edirik hara? 3-cü mərhələyə, okey? Gəldik 3-cü mərhələyə. 3-cü mərhələdə adı yenə neyinirik? Adı təyin edirik, bu zoom linkidir. Bəli, verəcəm, izah edəcəm. Göstərəcəm. Ondan sonra gəldik 3-cü mərhələyə, okey? Yenə də adı təyin edirik burada. Ondan sonra bu hissə hansı hissədir? Əgər kollaborə kimi postlar bilirsiniz də nədir? Bir yerə qədər. Bəli. Hansı ki həmin postları 2 dənə səhifə bir yerdə paylaşıb. Yuxarıda görsənir, atıram X bir profil adı görsənir, bir də başqa bir profil adı görsənir. Görməmişsiniz? Bəli. Ben o hizmetine çalışıyorum. Etalon hospitalı. Etalon. Abi, Yox, düzəltməyib. Zavacım varım. Tanrım o. Sonra bildim. Şöyle yaparım.
Burada var ya, özümüz eləmişdik. Ha, Ortak şey. Ne güzel yapacağız ki. burada biz eləmişdik, biz eləmişdik, yadıma duracaq. Her şey tapılmadım. Ha, bir de deyin. Etal neçə bal ya? Etalon, Ha. Düşün aşağı. Türkçədə Yox, ne kadar? az. O zaman mesela olabilir. Yox, düş. Kimdən erməni olur? Yok, restoran diyorlar. De orada şeydir, zar Bu? var. Ya odur ya da Hepsi 6 ay kaldı. Var. aşağı düşün. Bu? Yox, yox, düşün. Var sağda. Ne oldu? Düşün. De, sağındakı. O Hadi. Baxın, bir də bunu demək istəydim, okey. Belə 2 dənəli profili olanda, səhifə olanda, o zaman bunu aktivləşdirirsiniz ki, reklamları işlədə bilərsiniz. Ondan sonra aşağı düş. Onda görək. Bəli. Bunu aktivləşdirməsən, o biri tərəfin bir növ şeyi var da, o razılıq deyirlər. Yəni mən reklama verirəm də, okey. Sənin də profilin yuxarıda adı görsənəcək. Eləmə sevməli. Aktivləşdirməsə reklam verə bilmirsən o postlara. Collaboration postlara, bəli, qəbul etmə. Yenə də gedir, gəlir, deyir ki, misal üçün izin versin ondan sonra. Direktə gedir, amma bəzən getmir. Həmişə getmir, okey. Post paylaşımında o səni qəbul edirsə, okeydir, yəni həmişə getməyə bilər. Ondan sonra aşağı düşdüm. Burada zaten Facebook və Instagram səhifəsinin avtomatik seçili olur özü. Düşdük aşağıya. Gəldik əsas məqamlardan birinə. Burada baxın, sizə reklam oluştur hissəsi var, okey. Mövcud göndəri var, bir də kreativ mərkəz modeli var. Bu nə hissədir? Burada Meta'nın AI sənə özü şəkil yaradır. Amma ehtiyac yoxdur bundan istifadə eləməyə. Çünki hələ Meta'nın AI çox elə inkişaf eləməyibdir, okey. Və yaratdığı şəkillər də hə, burada model falan seçirsən, zaten bizim heç modelimiz yoxdur. Ayarladım düzəldə reklam yönəticindən. Model seçirsən, indi var nümunələr göstərəcəm. Arxa backgroundu dəyişir. Okey. İndi şəkil qoyacağam, göstərəcəm indi orada necə dəyişir. Arxa background atıram X bir vitamin qoyuruz reklama. Deyir həmin məhsulu çıxardırır, həmin şəklin içindən başqa bir arxa fona salıb elə də çıxarda bilər elə kütlənin qabağına. Okey. Belə bir maddi seçimlər də verir sənə. Və ya Eləyəcək o. göstərəcəm hə. Reklam Göstereyim. saxlayır, amma sən necə AI-da bir də görsən hə, hərf səhvləri eləyir və yaxud məhsulu çıxardığın üstünə şəkil dəyişib başqa şəkil qoya bilir. Ona görə hələ tam inkişaf eləməyib deyə məsləhət görmürəm onu qoymağı. Ondan sonra reklam oluştur hissəsindədir. Reklam oluştur dark post eşitmisiniz? Aha. Bəli, dark post, yəni reklam sırğa bağı var. Həmin reklam postu sənin səhifənə daxil olanda yoxdur. Hə. Okey? Beta Bunlar versiyada paylaşanda olur. beta. Beta versiyada paylaşanda keşfete düşür videonu. Amma səhifəndə görsənmir. Yo, o başqadır. Yox, o başqadır. Bu sırf reklamdan gəlir. Bəli. Video Yəni- səhifədən götürülmür. Bəli. Kompüterdən videonu yükləyirsən, amma həmin post səhifədə yoxdur. Okey? Bunu bəzən nə vaxt edirlər? Dizayn pozulmasın deyə və yaxud biz content moduluna keçmişdik. Sırf reklam üçün postlar həmişə başqa olur demişəm, okey? Sırf yəni də bəli, reklamda işləməsi üçün elə vizuallar düzəldirlər. Misal üçün, biz burada Adabol söyləmişdik. Ha, Adabolun səhifəsinə baxanda ancaq bunun məhsullarını görə bilirsiniz, okey? Adabol, aha. Aha, Adabolun səhifəsinə baxın, ancaq bunların məhsul görürsünüz. Divar şəkilləridir və sizin logo, divar. Yəni şəkildə ancaq heç bir yazı falan yoxdur, okey? Amma misal üçün reklamda təbii ki, bunlara reklama qoysaq onsuz da işləməyəcək, okey? Və bunların üstündə biraz qara-qura eləmişik. Düzdür, 1.28 dollar da çoxdur. Deməli, burada biraz nə eləməliyik? Dizaynerin, kontentin üstündə biraz da işləməliyik. Və biz burada misal üçün bunları düzdür, özümüzdə eləmişik, dizayner hazırlanmayıb, hələ başdan bir bunların üstünə. Burada misal üçün sırf call to action poster hazırlanmışıq. Evinizi zövqlə dizayn eləyin. Belə 3 hissəyə bölünmüşük bunu, okey? Sırf nə var reklamda mesaj gətirsin deyə bizə. Ondan sonra nə bileyim, premium tibar çağırırlar. Görürsünüz, normal bir hələ dizayner tam işləməyib də, üstündə özümüz poster qara-qura eləmişik belə. Ondan sonra axtardığın divar kağızları hər zövqə uyğun, okey? Belə 3 hissəyə bölünmüşük yəni. Bir də bu var ki, burada da aboyda üstünə yazmış eviniz üçün uyğun qiymətə divar kağızları. Baxın, uyğun qiymətə sözü özü mesaj çox gətirən keywordlərdən biridir, okey? Yəni, bunu digər bizneslərdə də istifadə edirik. Yəni, sırf ondan yazanlar çox olur.
Mənim bir də söz açmıyorum. Bax, misal üçün də reklam gedir, orada meta deyir ki, bəs Baxın, iki də tavsiyə var. bir dənə sonra cavab dəqiqə. Yox, bax, görürsən bir dənə kampaniyamı seçdim, bu kampaniya, düzdür? Bu kampaniyamın reklam setinə gəldim. 2 dənə reklam seti yaratmışam. Birini alqoritmə eləmişəm, birini də özüm yaratmışam. Okey? Həm də bu A/B testing kimi gedir. Okey? 2 dənə reklam seti yaratmışam. Və burada mənə deyir ki, bu reklam setindən sənə 4 dənə mesaj gəlib. Bu reklam setindən sənə 5 dənə mesaj gəlib. Deyəsən kopya olan bizimkidir. Adlarını qoymamışam, amma qoymağı görsən ona gedirəm. Adı elə qoyun ki, buradan baxanda biləsiniz. Okey? Mən adlarını qoymamışam. Görsən bilmirəm, gələk gidim baxım. Bunu özüm yaratdığımdır. Bu görsən evli nişanı falan. Kopyası özüm yaratdım. 5 mesaj özüm yaratdığıma gəlib, 4 mesaj da alqoritmaya gəlib. İndi bu reklam setimi seçirəm. Okey? İndi bu reklam setimin daxilində olan vizuallara baxıram. Bax, baxıram buna. Yaxşı göstərdiyim vizuallardır. Və mənə deyir ki, sənə gələn 5 mesajın 5-i də bu vizualdan gəlibdir. Və bunu deyirdim. Uyğun qiymətə sözü hər bir postda çox önəmlidir. Okey? Sırf reklam üçün uyğun qiymətə sözü keyword-dən istifadə edə bilərsiniz. Bəli, Sevda. Bəli, o da ola bilər. Bəli, bəli, o da məntiq uyğundur. Yes. Yes, onu bir bizneslərdə eləmişdik. Bəli, yəni baxırsan reklama, okey? Sevda düz deyil. Misal üçün, bu reklamı məndə görürəm, bax, çox qəşəng tutub, okey? Baxıram ki, çox əla tutub. Və indi düşünürəm ki, burada başqa nə edə bilərəm ki, bu daha da yaxşı işləsin. Okey? Belə məqamlar da var. Misal üçün, Sevda dediyi məqam. Uyğun qiymətə sözünü shape-in içinə sala bilərəm. Okey? Daha bir qırmızı batırım içərisinə sala bilərəm ki, sırf bu sözə görə daha da bəlkə çox mesaj gəlsin. Okey? Yəni deməyim odur ki, dark post bunun üçün önəmlidir. Yəni bu postların heç biri bu səhifədə yoxdur. Ancaq reklamda işləməsi üçün. Çünki mən bu səhifədə olan postları bəli, reklama qoysam post. Bundan nə mesaj gələcək? Okey? Yəni baxanda onsuz da başa düşmür. Post indi səhifəyə daxil olanlar bilir, tanıyanlar bilir ki, bu brend bu belə bir məhsullar satır da, okey? Ona görə dediyim kimi, dark postların önəmi çoxdur. Yəni reklam oluşdur. Dark post qoymaq üçün, yəni reklama vermək üçün bu seçənəkdən seçə bilərsiniz. Reklam oluşdur seçəməyindən, okey? Ondan sonra burada tək görsel və yaxud video seçəndə şəkil və yaxud video qoya bilərsiniz reklama, okey? X1 şəkli və yaxud X1 reklamı qoya bilərsiniz burada. Və yaxud dönəm format seçəndə karusel post qoya bilərsiniz, sürüşdürməli post var, hansı ki onu qoya bilərsiniz. Və yaxud da ki, kolleksiyon qoya bilərsiniz ki, bu da əgər kolleksiyanız varsa, məhsullardan ayrılar səsində güclüyüdür. Bəli, bəli. Elə bir kolleksiyanız varsa, yarada bilərsiniz. Ondan sonra, tutalım ki, dark post qoyuruq reklama. Bir də var, mövcud göndəri hissəsi var. Baxın, bu hissə. Bu hissə, bəli. Bu hissə isə bizim səhifədə nə paylaşmışıqsa, ancaq onları reklama qoya bilirsiniz. Okey? Misal üçün, mövcud göndərini seçdim. Gəlirəm aşağıya göndərini seçirəm indi. Hansı post reklamı qoymaq istəyirəm? Bax ki, Instagramdakını qoymaq istəyirəm. Harada paylaşmışam? Ana səhifədə, hekayədə, yoxsa Reelsdə? Tutalım ki, Reelsdə paylaşmışam və ya ana səhifədə paylaşmışam. Okey? Seçirəm ana səhifəni. İndi burada çıxan postlara baxacağam. 11 dənə like, buna gəlib 2 dənə komment gəlib, okey? Elə bunu seçirəm və salam, buna da reklam verəcəm indi. Всё. İndi mənim reklama verdiyim bu post, okey, mənim səhifəmdə olan postdur. Yəni, reklama gələn like və komment səhifədəki postu da gələcəkdir. Okey? Adın oldu? Dark post olmayacaq. Xeyr, dark post olmayacaq. Yəni, sənin səhifəndə bu post var, bu reklam sənin qabağına çıxdı, reklamı like edirsən, səhifəndəki postun da like artmış olur. Ben bir şey de soracağım bilərəm. Mən təklif edirik ki, qabağını çıxsın. Yeri alıb, sonra story verəsiniz. Bəli. Sonra da fikir hesabda görürəm. Bu? Aha, bəli. Ben tüz boz verdim, görsün. Onu özümüz ayarlaya bilirik. Hayır, background'u yox. Burada indi deyəcəm, bir nüans var. Bu biraz əziyyətli işdir. Bəli, 2 dənə deyəcəm. Ümumiyyətlə, hər bir postun böyük şirkətlərə fikir verin. Hər bir post hazırlananda onun 2 dənə dizaynı hazırlanır. Dark bir də like mod verirlər ki. Yox. Biri adi post ölçüsündə, biri story ölçüsündə hazırlanır. Yəni o mütləq şəkildə böyük şirkətlərdə olmalı. Düzdür. Burada önəm vermirik, belə ehtiyac da duymuruq, amma əhəmiyyət kəsb edir. Yəni müsbət tərəfləri olur. Okey?
Gəl onun indi real nümunələr üzərindən baxaq. Çünki bu hissəni bitirək, göstərəcəm onu da. Deməli, biz bu postu seçdik, okey? Mövcud göndəridə. Baxın, mövcud göndəri seçəndə, yəni mənim səhifəmdə olan postu seçəndə, baxın, onun mətni də avtomatik düşür. Hansı ki, bu mətin sağlam oldu, tamam. Dedim onaydı. Hə, həmçinin baxın, bunun mətni, okey, avtomatik olaraq gəlib bu hissəyə düşür. Niyə? Çünki mən burada mövcud göndəri seçmişəm. Okey, səhifəmdə olan bir postu seçmişəm. Ondan sonra mətn də düşdü bura. Ondan sonra baxın, burada call to action var. Yəni, deyir sənin reklamın hədəf kütlənin qabağına çıxanda buradakı bir call to action hansı olsun? Instagram mesaj göndər olsun, daha fazla izlə, daha fazla bilgi al, nə bilim, abunə ol və s. Okey? Nə qədər call to actionlar var ki, bizə də ən uygunu ya Instagram mesaj göndərdi, ya da mesaj göndərdi. Çünki məqsədimiz nədir? Biz bilinirlik reklamı edirik, okey? Ona görə mesaj göndər istifadə eləməyə bilərsiniz. Amma mesaj göndər kampanyalarında mütləq şəkildə bunlardan istifadə etmək lazımdır. Ya Instagram mesaj göndər, ya da adi mesaj göndərdə. Amma belə bilinirlik zaten məqsədimiz nədir? Tanıtım. Okey? Yəni postumuzu daha çox insanın qabağına çıxartmaqdır. Bəli, awareness. Ona görə ya daha fazla izlə seçə bilərsən, və ya daha fazla bilgi al seçə bilərsən və s. Şairə yazmayıb. Yazdım. Zəkanət vecinə deyil, şairə mutlu olmuş. Hava ya soyuq oldu ya. Ne oldu? Heç baxmasa. Aha, deməli, bu hissədə bilinirlik reklamı deyə daha fazla izlə batını qoya bilərsiniz. Ondan sonra, aha, bir də baxın, gəldik bu hissələrə. Bu hissə nədir? Bu hissəni aktiv də eləyə də bilərsiniz, eləməyə də bilərsiniz. Biz piksel yaratmışdıq, yadınıza gəldi. Həmin pikseli burada aktivləşdirə bilərsən, okey? Bu nə? Bəli, bəli. Bir də var URL parametrlər hissəsi. Bu hissə biraz advanced hissədir, okey? Buna görə coffee break-dən qaydandan sonra izah eləyərəm sizə bu hissədə nə üçün lazım olur. Ondan sonra, okey, awareness hissəsində qalan heç bir şey qalmadı. Reklamı aktivləşdirə bilərik, okey? Mən bir dənə reklam vermişəm. Onu baxa bilərik 2 dəqiqə. 2 nəfər olub. Nəfər vermişəm. Baxan Siz tamam dediyiniz breakdə. hər bir şey. Breakdə dostlar, break. Hakikaten breakdə baxın. Okey? 5-10 dəqiqə eləyək də break, okey? Bu bizim, nə oldu, tələsin Bu tezlədiyi Söyleyeyim. Vallahi öyle. Nəsə iş var, okey, baxarım. Ondan sonra, bu bizim oldu awareness kampanyamız. Görürəm, heç bir fişli burada deyil, başa düşürəm. Məni deyil, görək. Ben sevdim. Görürəm. Hamısı eynidir. Hamısı eynidir, okey? Bir dənə hamısında məxzləri izah edəcəm. Hansı nə üçün istifadə olunur və salam. Hamısı eynidir. Eyni adımlardır. Bir dənə işləmə prinsipləri fərqlidir. Okey? Mən verdiyim reklamdır. Hə. Belə göstərici necədir mənim? Bu göstərici necədir bu? Yardımlaşma qədər. Nə olur, söz soruşma olmaz, nə olur? Erişim reklamıdır. Bəli, bəli, erişim vermişəm. Ramazan qutusu uşaqlara hədiyyə veriləcək. Aha. O ilə bağlı ümumi 20 günə deyiblər ki, az pul qoy, 40 dollar qoymuşuq. Belə. 23 sent lazım. Bir dənə kontent kreativə vizuala da baxın kontentə. Buradan baxırdıq. Üçüncü mərhələyə gəlir, axtarmalara. Bu vizualda Buradan bilməm. Buradan sonra indi alın. Bax. Düzənliklə. Ya da vizualın üstünə gəlir, şəklin üstünə gəlir, mousu gətirir, şəklin üstünə. Hə. YouTube üçün hədiyyə paketi. Buraya gələcəyiz. nə? Bizim yaxalarımızda oturuyor. Onun vasitəsilə ödəniş edirlər də bizə. Bir də mənim bir video var idi.
Bu mecazlarla biz onu değerlendirirsek. Yani bir dəqiqə. İşte o da şişirme sakin. Benim şeyde tonludur. Ha, şöyle. Bizim şeyler. Projektör. Yeniden tanış gelme. Arka fon. Ya tamam arka fonun belə olmasının ilgili istifade değil. Bu düşen var. İçinde bir. Günler istiyorsun. Okey de. Ben için böyle. 16-9. Sinir oldum. Anladın mı? Söyle. Tabii ki. Nazar qrupda marketinq şöbə rəisi olmalı. Ben bir şey diyeyim. Ben bir şey danışmışlar. Həqiqətən. Yəni Coffee Break 100%. Coffee Break 100%. Təşəkkürlər dostlar. Həqiqətən diqqətiniz üçün minnətdaram. Amma sənsə qəşəng sözlər deyirlər. Tıqqıllıqdan bir yerdə olmuş elə. Çox başlayar. Telefon aktif. Ben de bu kampanyada bir yerde ben demiştim ki hatta ben Bir zaman çalmışım. yazı mesela. Alt yazı ilə yazar. Sesli orada. Hə. Yazardım. İndi alt yazının önəmini gördüm. Mən istəyirdim mənim çaşqa şey eləyim, prosta çatdıranmadım. Nə edirsən? Çaşqa. Şaşırız o çörpün şeyində, çaşqa. Ama köprü gibi bana çıkarmışlar. Ben adını da alıp Ben de oldum kız şey roman. Mən onu Gəlin saat 2-də siz satdıq ki. Köprü namə qoldan birisi. Ben ne gelirsin? Həqiqətən. İnşallah kısmı var video gelende size şekil yaparım. İnşallah. Xaricə getmək istəyənlər var, hamı getmək istəyir. Yani şimdi ben. Yox, ümumi qalmır. Sonra demişəm də. Kalmağa yok. Yox, əməli. Hiç kimsə yox. Arxanda da qalmağa getmək istəyirlər sadəcə. Var, heç Okey, tam burada. Bir dənə Divizyon sonra hər yerdə elə yəni. Salsın mən gedim onu belə. Ben başladım. Allah haqqı, yoxsa gedir başlayaq sonra. Orada 10 nəfər gedir, biri tutuldurur, paylaşır. Buradakı yerlərin hamısı elədir. 9'u qalır, onu görmürlər. Elə bura sekund mənim var. Sonra bir ara boş şey gedim şəhərə. Biz uşağa dedik spesifiklər. bir zəhmət olmaz qapını bağlaya bilərsən. Okey, başlayaq dostlar. Biz awareness reklamını bitirdik. Yes. Gəlin indi mesaj, trafik yox, mesajdan başlayaq. Niyə? Çünki bir müştəri üçün mesaj reklamı verməliyəm. Verməmişəm ki, saxlayın bu dərsə. Okey. Mesaj reklamını verək, trafiki ondan sonra, yəni sıralamanı bir dənə burada proqram. Gələn indi mesaj reklamına. Mesaj reklamını verməyimiz üçün, okey, biz burada hansını təyin edirik? Bəli, etkiləşim, okey? Bəli, engagement, bəli.
mesaj reklamı, yəni reklamlarda call to action mesaj göndər button olur, okey? Bu hissəni bayaq videoda okey sözümə takılmışsınız, indi okey deyəndə o yazmaq üçün. Hə, dilim də öyrəşib ona da. Özü şey də deyirəm, ha, səhv də deyirəm, Q ilə deyirəm, okey. Hə, elə deyirəm. Okey oyna. Hə, dilim də öyrəşib ona görə. Etkiləşim reklamına daxil oluruq ki, mesaj kampaniyamızı yaradaq. Yenə davam edirik eyni qaydada. Yəni sistem eyni qaydada işləyir. Sadəcə burada reklam alqoritmasının mexanizması dəyişir. Okey? Yəni bayaqçında yəni bayaqçında alqoritm awareness fokuslanırdı, bilinirliyə fokuslanırdı. Okey. O sözü tərcih etməliyəm, mis var. Hə, reklam alqoritması bilinirliyə fokuslanır, mesaj göndərməyə fokuslanır. Okey? Tamam, burada biz nə edirik? Adımızı təyin edirik. Mesaj, kanal, ondan sonra Mart və yaxud da ki, Instagramda qoyuruq. Okey? Davam eləyək. Birinci mərhələ nə edirik? Ancaq adı təyin edirik. Davam elədik. Getdik ikinci mərhələyə. Yenə də nə edirik? Adı təyin edirik. Vəssalam. İndi bir dənə fikir verin. Hər şey eyni qaydada gedir. Sadəcə bir dənə burada alqoritm fokuslanacaq daha çox mesaj gəlməyə. Mən bir də olar sonra. Aha. Bəs like, comment də O indi ona gələcəm. Hə, o da etkiləşimdədir. Like, comment etkiləşimdədir. Mesaj göndərdə, nə bilim, zəng reklamı da və s. Və burada biz onu necə təyin edirik? Baxın, burada mesajı yönləndirmə hədəfləri var, okey? Burada aşağı düşəndə bir var. Biz bunu seçsək, o deməkdir ki, biz indi bu dəqiqə mesaj kampaniyasına fokuslandıq. Aşağı düşürəm. Bunu seçsəm, o deməkdir ki, mən bu dəqiqə like və kommentə fokuslanıram. Bunu seçsəm, o deməkdir ki, mən bu dəqiqə bəli, zəngə fokuslanıram. Tamam? Və burada biz mesajın üzərindən davam edirik. Mesaj kampaniyamızı seçdik, yəni mesaj hədəfimizi seçdik. İndi davam edirik. Burada bizə 2 dənə seçim, daha doğrusu 3 dənə seçim verir. Deyir ki, qoy bunu yeniləyək, bu error getsin. Aha. Orada bizə 3 dənə seçim verir. Deyir, mesaj hədəfini seçdin. Bəs biz bu mesajı hara göndərsin alqoritm? Bəli, yəni deyir Facebook Messenger'a mı gəlsin? Ondan sonra Instagram. Direct'a. Happy birthday to you. Salam. Çox sağ olun. Təşəkkürlər. Ev ailəsi olaraq təbii edirsiniz. Çox sağ olun. Yenə salam. Təşəkkür ederim. Çox da gətirək. Bunu kəsin. Mənim valla belə eləyim də, ürəyimdə qalır. Bugün Oylar ne oldu? Bu ne mesela? ha, gel. Tamam. Şey yazın, böyle Şeye, çok sağ olun. Həqiqətən diqqətinizə görə minnətdaram. Buradan belə. Təbrik edirik. Ben bir yaşardım, duyuyorum kaylar. Yox, fərqlidir. Şazan Çox sağ olun. Mən minnətdaram. Bir alkış. Sağ olun, çox sağ olun. Çox sağ olun. Minnətdaram. Ola biz paleti olarak şəxsi təqdim etmək istəyirik. Onun benim gerçekten her sen çektiğini rahatladım. Çox sağ ol. Çox sağ olun Bilal. Okey. Bunu gözlədim. Tamam. Biz burada ya Messenger'a fokuslanırıq, yəni deyirik ki, mənim reklamımdan gələn mesajlar Facebook Messenger'a gəlsin, ya Instagram Direct'ə, ya da ki, biznes WhatsApp'ımıza. Tutaq ki, mən burada seçirəm. Bu normalda sektordan sektora dəyişən bir şeydir. Yəni, mən boya məhsulları satan bir də şirkət var idi, Nilla yazıyor və ya Kolostorm. Bəli, orada həm Facebook Messenger, həm də WhatsApp, yox, WhatsApp burada yox, indi deyəcəm olan sektorda yaxşı işləyir. Boya sektorunda və yaxud kombi, radiator sektorunda Facebook Messenger çox ideal işləyir. Belə indi hamı fikirləşir ki, Facebook'un nə bir şey var da, yəni aktivliyi var falan. Bəli.
Bəli. Yəni indi qısacası hədəf kütləsi 40 plus olanlar hamısını Facebookdan yoxlaya bilərsiniz. Instagrama demirəm, o demək deyil verməyin ümumiyyətlə. Instagrama da verin, amma Facebooku daha çox test eləyə bilərsiniz. Çünki yuxarı nəsil, yaşlı nəsil Facebookda daha çox vaxt keçirilir. Ondan sonra biraz aşağı təbəqələr yaş kateqoriyasında siz Instagram üzərindən reklamları verə bilərsiniz. Misal üçün atıram vitaminlər atıram, misal üçün vitaminin hədəf kütləsi həm Facebookda var, həm Instagramda var. Və burada bir məqam var ki, Facebookdan yazanlar olur vitaminə, çox yazanlar var. Amma alan yoxdur. Amma Instagramda yazanlar düzdür, orada da var biraz. Facebookdan azdır, az olsa, amma alan çoxdur. Belə məqamlar var, yəni dəyişən şeylər var. Daha aşağı yaş kateqoriyası üçün Instagramı təyin edə bilərsiniz. Və yaxud da freelance işləyirsinizsə, müştərinin tələbinə uyğun da hərəkət edə bilərsiniz. Məsəl üçün, vitaminin sahibi deyir ki, mənə Facebookda reklam vermə, ancaq Instagramda ver. Deyirik, okey, Facebookda reklam yaxşı işləyir, mesaj çox gəlir. Yox, deyir, mən ancaq Instagramda istəyirəm. Bəzən belə nüanslar olur. Adam dümdüz şeydir də. Dirəşərsən deyəcək işləmirəm, çıxıram. Səni sərf eləməyəcək. Ona görə sən düz deyirsən belə baxanda. Bəzən elə şeylər olur ki, iş yerində ola bilər və ya freelanslarda ola bilər. Sən haqlısan, düzsən, amma bəzən strateji tərəfdən biraz şey davranmalısan. Uymaq gedir də, yəni müştəri haqlısan. Hə, 100 var. Müştəri hər zaman bəli haqlıdır. Dediyim kimi, bəzən elə nüanslar olur, indi iş mühitində olacaq falan tamam. Sən haqlısan, bu strateji davranırsan. Yəni, haqsız olduğunu bir növ qəbullanmış kimi olursan. Bu o demək deyil, sən haqsızsan. Bu elə davranmaq məcburiyyətindəsən, tamam. Bəzən. İş getsin deyə. İş getsin deyə, biraz misal üçün də, iş mühitində hər şey işdən asılı deyil. Yəni, 90% sonra da elə davranmalısan ki, yəni sənin orada işini pis görsən belə, onu belə böyütsünlər. Yəni, hər şey dəyişkən olur ümumiyyətlə. Okey, biz davam edək Instagram üzərindən. Niyə? Çünki müştəri belə tələb edib. Burada hədəf kütlə nədir? Biz Facebook səhifəmizdə səhv seçmişik bu arada. Buradan Facebook səhifəsini dəyişə bilərik. Biz buradan Facebook səhifəsini dəyişirik, kreativ TK eləyirik. Və bu, uşaq bağçası deyil də, məktəbə qədər hazırlıqdır. Tamam, o 5 yaşa qədər falan belə hazırlıq mərkəzində ora reklam veririk. Seçdik buradan Instagramı. Buradan. Aha, indi burada bir nüans var. Bəzən digitalçılar dediyim kimi, bayaq mesaj göndər kampaniyalarında reklam alanlarını alqoritmaya buraxır. Bəli, Advantage Plus-a. Və alqoritmaya buraxanda bu ikisini də aktiv eləyir. Əvvəllər dediyim kimi, Facebookda reklam çıxardırdısa, button bu olurdu. Yəni Messengerə yönləndirirdi. Instagramda çıxardırdısa, Directə yönləndirirdi. İndi o qarışdırır. Effektiv deyil, onu demək istəyirəm. Yəni, pozitiv izahın bəziləri belə deyil. Amma effektiv deyil. Mən sizə məsləhət görərdim buradan bir dənəsini seçin. Ya Instagram, ya WhatsApp, ya da Facebook. Və bu İkisinin də şeyi. yox, WhatsApp da bəzən elə şeylər olur, okey ola bilir. Misal üçün, restoran sektorları üçün özəl günlər olanda WhatsApp okey olur. Yox, hal-hazırda bu. Hə, amma burada WhatsApp bağlı deyil. Ola bilər, bəlkə də daha effektivdir. Nəyə görə deyirəm? Çünki kütləsi valideyn insan olduğuna görə, yəni 230 yaşdan yuxarı nisbətdə hesab edilir. Şey valideynlərdir, məktəbə qədər uşağı olanlar. 25-30. 25-30, hə. 25-30. Ola bilər. İndi bu biz daimi işlədiyimiz müştəri deyil, ilk dəfə də bunların reklamlarını veririk. Cazbakını vermişdi, bəyənmişlər deyə dedilər bunu da siz verin. Mən vermirəm, düz bizim komanda uşaqlar vermişdi. Və burada WhatsApp bağlı olsa WhatsApp-ı da seçmək olardı. Dediyim kimi restoran sektorlarında özəl günlərdə WhatsApp effektiv olur. Çünki adamlar rezerv eləmək istəyirlər və düşünürlər Instagrama yazsaq gec-zap yazırlar, amma nömrəyə yazanda insan tez-zap yazmalı meyil olur. Bəli. Və yaxud da ki zəng qoyurlar. Bəli. Hə, bəli. Contaction və yaxud da ki arama qoyurlar. Yes. Ondan sonra gəlin biz indi Instagram üzərindən davam edək. Düşdük aşağı. Burada performans hədəfi var. Bəli, bu performans hədəfi bizneçdə də var idi. Hansı ki, ya erişimi üst səviyyəyə çıxarır, ya impression üst səviyyəyə çıxarır, belə hədəflər var. Bəli. Burada da mesaj reklamında və ya etkiləşim reklamında da sizə verir 2 dənə hədəf. Biri deyir, danışma səviyyəsini üst səviyyəyə çıxar. Yəni, alqoritm fokuslanacaq səndən çox danışan insanlara. Okay? Yəni, çalışacaq ki, kim sənin yazma potensialı, danışma potensialı varsa, onların qabağına çıxartsın reklamı. Bir də var, klikə fokuslanmaq. Yəni, burada alqoritmaya danışıq maraqlı deyil. Burada alqoritmaya o batına klik maraqlıdır. Yəni, atıram, Raul klik elədi, amma danışmadı. Bu bir növ metafik səhifədə sənətə əlavə et kontonuna aktiv
O deyil, yox. Yani onun kimi ben burada ona tıklam. Hə, bəli, Başqa hə, yəni Raul aldı, almadı, mənlə danışmadı, maraqlı deyil alqoritmə. Alqoritmə post maraqlıdır ki, Raul o mesaj göndər vaxtında belə klikləsin. Vəssalam, bu maraqlıdır. Okey? Hə, o event maraqlıdır. Amma o birisinə isə danışıq maraqlıdır. Yəni Raul klikləsin və mənə mesaj yazsın. Buna maraqlıdır. Tamam? Üçte değişir. Hani ikisine de ben haberliyim. Dəyişə bilər. Hə, ola bilər, eyni qalan. Alqoritm işləmə prinsipi dəyişir burada. Ha, biz bəli. kampaniya puanı Necə? sağ yuxarı o Nə? təzə çıxır. Ha, bu təzə ya. Testama önəm verməyim, fikir verməyim buna. Google Ads-lər var, ona biraz fikir verəcəyik, bəs tamam. Ondan sonra biz gəldik burada təşrif, yəni bir mesajın qiyməti nə qədər olsun? Məktəbə qədər təhsildə rəqabət var? Yox. Yox. Çoxdur. Yəni görmüsünüz məktəbə qədər təhsil reklamları. Bir Uşaqlar reklamlar. Qoy olsun da 2 dənə, 3 dənə reklam olsun, tamam? Yəni çox deyil. Bu çox olmaması da rəqabətin olmamasından səbəbdir, okey? Burada bazarı araştırır kıymet. Bəli, amma yəni bilirəm ki, yoxdur, 100%. Məktəbə qədər təhsilinə şey olacaq ki, də SMM olacaq, nə? Yəni onlar elə özünü təzə tuturlar da. Yox. Burada ki, CPC bir klikin qiymətidir. Burada bir mesajın qiymətidir. Yes, cost per message. Bir mesajın qiymətidir, okey? Yəni burada rəqabət olmadığından biz bunu da təyin eləmirik. Ondan sonra aşağı düşdük. Rəqabət olsaydı misal üçün. Rəqabət olsa atıram da təyin edəcəm 0.2 və yaxud Burada çox olaraq müəllim. yox, məktəbə qədər təhsildir. Yəni reklam belə azdır burada. Elə çox Yox. deyil. Rəqib olsa da. Rəqib olsa 0.20 falan verə bilərsən və yaxud 0.1 dollar ver, okey? Yəni bu o demək deyil, hər bir mesaj yazında səndən 1 dollar çıxacaq. Bu, sənə maksimumu deyirsən buna. Ola bilər bir mesajın qiyməti gəlsin 10 sentə, 15 sentə. Prosta alqoritm görəcək ki, sənin 1 dollar vermə potensialın var. Auksyona çıxardırsan. Bəli. 95 sent yarışalım. 95. Bəli. Zaten Google Ads-də bəzən bu kimi gizli yollar görüşüm var müştəri. Bizdən yox. Hə, elə bilmirəm. Aha. Mən bir dənə söz soruşum. İndi biz burada 2 dənə set əlavə eləsək. Ay, yadımdan çıxdı sual. Sen benim senin soğuk sürekli doldurursan da veriyorum nasıl? Özüm yadımdan çıxdı. Aha. Deməli, burada haradayıq? Aha. Rəqabət yoxdur deyə mən də bura təşrif vermirəm. Gəldik bura. Günlük və toplam büdcə qoya Ya bilərik. olar mənim Okey? yadıma Aha. düşdü soruşum. Biz 2 dənə set yaratsaq, günlük bir büdcə misal üçün də 5 dollar versək. Buyur. Günlük 2 dənə reklam seti yaratdıq. Hə. Günlük büdcəndə 5 5 dollar dollar. eləsək, nəticə verər. Çox sağ olun. Çox sağ ol. olsun. Sizə elə Narahat xalatlara olun. verək. Bəndə çəkir. Deyil. Belə qoyuyorum. Belə qoyuyorum. Belediyede biz özümüz podcast bir şey diye biz çoktan görmüşüz. Belki ilk olan diyor şu an olabilir. Ha o ben sizin diyorum Siz daha ikisini uygulamada ki biz de şimdi siz beraber siz Tamamdır. Ondan sonrasında Arif. Sən nə Biz edirsən? ikimiz belə bir şey göndərdik. Okey. 2 dənə reklam seti yaratdıq. Raul. 2 dənə 5 dollar verdik. Yaradasınız burada. Burada yox. Yox, mən sizinlə 2 dənə sualım var. Birincisi, biz 2 dənə reklam seti yaratsaq, ümumi, yəni günlük 5 dollar versək, kifayət eləyər 2.50 buna, 2.50 buna. Yox. Evi test üçün. 2 dollardan 10 dollar bəs. 2 dolların varsa ehtiyac yoxdur ki, yəni reklam setinə. Onda toplam büdcə misal üçün 50 dollar Hə, elər. onu da verə bilərsən, bəli. Bəs yaxşı, hər setdə toplam büdcə 50 yazıram, yoxsa birində 50 yazsam? Orada dünya kampaniyada yazırsansa 50 dolları ikisinin arasında özü böləcək alqoritm. Amma hər ikisinə 50 yazırsansa 100 dollar eləyəcək. Biz yaşları proyekt ona böləndə avtomatik yaxşı işləyirsə. Ən çox ona verildi. Bəli, elə verildi. Bəli. qiyməti kampaniyada yazmırıq, setdə Yox, kampaniyada yaza bilərsən qiyməti bax burada. Onda bölüşdük. Burada yazırsan 50 dollar. Toplam Vəssalam. büdcə. Reklam setləri arasında özü başlayır bölməyə. Ha. Amma yox, Şey bunu ləğv eləmirlər. edib. Bunu ləğv edib gəlib hər reklam setinə 50 yazırsansa, o hər reklam seti üçün 50 xərcləyəcəkdir. Yəni 100 dollar xərcləyəcək 2 dənə reklam setin Bir varsa. dənə 5 dollar. Bəs mən ora şey yazsam, 50 yazsam,
Bunda 25 göstərəcək, onda 25 yoxsa yenə Yox, birinə 50, birinə 25 yazanda elə xərcləyəcəyik. yox. Mən kampaniyanın özündə yazdım ki, 50 dollardır Aha. toplam büdcə. Bəli. Ücə 2 dənə də setim var, düzdürmü? Setdə bu isə itir ucu, görsən. Set. O toplam büdcə qoyuram. Bilmirəm nə qədər qoydum. Mən tutaq ki 25 qoydum. 25 dollar qoydum. Bilmirəm nə qədərdir, 25 qoydum. Bəli. Lisede değilsiniz. Yox, setməyib də. Setdə nədir? Konsept bilməsən. Yox eləmə. Yəni kampaniyada ləğv elədim. Onu ləğv elədim. Setdə qoyuram. Kampaniyada seçmiş olsaydım bu seçməyəcəkdim. Bitir yəni görsəm. Nasıl da verdiği bol bir şey yani. 1.31 dolar olmasına. Yox, bu ayın tarixində 1 aylıq ekranda onu görürəm. 1 dollardan şey. Okey, davam edək. Büdcəmi burada təyin elədim. Toplam 25 dollar. Burada biliyorsunuz error verir. Deyir ən azı 31 dollar olmalıdır. Bu da vaxta görədir. Biz də burada vaxtı qısaldıram. Deyirəm ki, seçirəm 13-dən 23-nə kimi. Mən onu biləcəyəm. Allah aşkına. Halda qutarda. Müəllim. Okey, toplam qoyuram 25 dollar. Tamam. Və burada vaxt da seçirəm 13-dən 23-nə. Yəni 10 günlük reklam verirəm. Burada saatı dəyişib qoyuram 21:00, yəni 20:59 qoyaq. Biz zaten 59-a kimi izah edib qutarana kimi o vaxt satacaqdı ona görə. 20:59 qoydum. Ondan sonra bəzən baxın, bunu demək istəyirdim və bunu demişdim. Bəzən meta sizə belə errorlar çıxardır. Deyir, bu büdcə ilə heç deyir mesaj almaya bilərsən. Ki, deyir minimum büdcəni 135 dollar qoy. Bu şeylərə takılmayın. Bu sadəcə Google Ads-də var, Meta-da da var. Daha çox pul xərclətməkdən ötürü belə mesajlar verirlər. Ki, siz daha çox pul xərcləyəsiniz. Bu da Meta-ya sərf edir də zaten, okey. Ona görə ehtiyac yoxdur, bəli. Təklif də. Hə, təklifdir, bəli. Problem deyil. Bəli. Ondan sonra davam edirik. Bu sitələrə dəymirəm, amma yenə dediyim kimi eləyə bilərsiniz. Belə saat planlaması da eləyə bilərsiniz. Mən prosta toxunmuram bu sitələrə. Mən belə eləm. Bəzən gecə vaxtlarını qoymuram. Gecə Elə bilərsən. Yes, mən prosta toxunmuram, dəymirəm. Heç bir səbəbi yoxdur, ha, prosta mən də etmirəm. Amma belə eləyə bilərsən. Yoxdur heç bir səbəbi. Ondan sonra davam edək. Burada location Azərbaycandır. Burada nə düzənli səs görsən. Görsən belə orada da. yox. Məndə də görürəm. Niye Azerbaycan'da? Ben Yox, avtomatik özü seçir Azərbaycanı, dəyişir ona görə. Biz reklam hesabını yaradanda Azərbaycanı mı yaradaq? Saatı falan ona görə seçirik deyə o da avtomatik elə düşür. Buradan dəyişirəm, deyirəm seçirəm onu Bakı. Çünki mənim atıram bağçanın başqa yerdə filialları yoxdur. Bir dənə başqa filial var deyə başını seçirəm. Neydi? Əyalət qıraq şeyləri götürmür. Kəndləri falan götürmür. Bəli. Qıraq kəndləri sizdə ləğv elək yoxsa yox? Eləyək. Eləyək bəli. Mən də eləyək, amma gəlin geniş götürək. Yox. Məntiqə görə eləməyimiz daha yaxşıdır. Çünki qıraq kənddə yaşayanlar Həm büdcə, bəli, həm büdcə məsələsi var, həm yaxın əraziyə qoyurlar o şey. Amma şəhər tipli yerlərdə biraz bağçaları, uzaq bağçaları yüz tuta bilirlər. Əsas deyirlər ki, məsəl üçün yaxın yer olsun, məsələn falan belə şeylərə önəm verirlər deyə məntiqi baxımı eləməyimiz yer. Amma gəlin biz əyalət yox, şəhər götürək. Çünki burada həm biraz content fərqlidir. Okay? Niyə content fərqlidir? Çünki content tək şey deyil. Biraz da baxın görün content göstərim sizə. Sən də dediniz ki, meta Content geniş fikirlər götürür də, ona görə. Yox, ona görə yox, biraz geniş şeydə deyil. Yəni detallı rəsm var, ilgi alanı falan. Sırf ona aid. Bəli, ona aiddir. Hə. Baxın burada content budur. Deyir imtahan vaxtı uşağınızın həyəcanlanmağından narahatsınız. Bu biraz o ərazidə yaşayanlar üçün də maraqlı ola bilər. Bilirsiniz? Yəni şey deyil. Biri var, gəlin uşağınızı bizim bağçaya yazdırın falan. Bu tipli kontentlərə okeyəm. Amma stres məsələsində biraz qıraq yaşayan əhali də bu şeyə maraq göstərə bilər. Yox, indi bir nüans var. Biz müştəri üçün ilk reklamı veririk. Baxın, strateji davranmaq buradadır, okey? Müştəri üçün ilk reklamı veririk. Və ilk reklam uğurlu olması üçün sənə ora heç kimin gəlməyə lazım deyil. Sənə prosta nəticə lazımdır ki, bu müştəri bu reklamdan məmnun qalsın. Okey? Burada stratejik biraz davranmaq lazımdır. Ümumiyyətlə fərqi yox. İlk freelance işinizdə, baxın, bu məntiqi baxımdan mən sizdən razıyam. Mesaj gələcək, amma real müştəri gətirmir hal-hazırda, okey? Yəni qıraq yerləri, Binəqədi kəndi, Maşdağa bunlardan adam gəlməyəcək zaten. Amma mesaj yazma potensialları olan bir adamların qabağına çıxacaq oradan. Və mesaj çox gələcək deyə bu müştəri məmnunluğudur. Mənim xeyrimədir. Çünki ilk reklamımdır. Tamam? Yəni
Bir ildir müştəri işləsə. Sözünü bu kreativ kitsin rəhbəri Bəli, olaraq bəli, həmən. Burada mənim məqsədim müştəri məndən məmnun qalmasıdır. Bunun üçün mən ona çox mesaj verməliyəm, tamam? Hə, mən sizdən razıyam, müştəri ilə bir il işləsəm, müştəri üçün real müştəri aparmalıyam. Onun, bəli, Toskada, amma indi ilk dəfədir müştəri ilə başlayırıq deyə. Mən ondan məmnun salmalıyam. Sözünü bırakalım konuşabilir ki bəli, düzdür. Cazı da eləmişdim. Caz bayaq səhifəni dəyişdik, yuxarıda caz var idi burada. Orada da ilk mesaj reklamı verilmişdi və məqsədimiz ora gələnlər deyil. Zaten gəldi, zal dolmuşdu onsuz da axıra kimi. Amma bizim məqsədimiz o deyil. Bizim məqsədimiz o idi ki, mesaj gəlsin ona və məmnun qalsın. Ki, o da məmnun qaldı deyə bunu verdi bizə. Tamam? Bu awareness-dir. Awareness deyil, yox. Awareness tanıtımdır. Bu mesaj sırf ona fokuslanır. Bizim sadəcə özümüz üçündür ki, ilk müştərini razı salaq deyədir. Okey, davam edək. Burada biz seçdik location'ı, burada da 30 eləyək. Aha. Davam elədik. Burada, baxın, bu hissə nə idi? Qaz. Məncə Bəli, Rayonu da onu deaktiv eləyək də. Rayondan şut Amma göndərmək mesaj çox gətirmək üçün aktiv. Bəli, mesaj çox gətirmək üçün aktiv saxlaya bilərik. Amma tamam, gəlin bunu deaktiv edək. Ondan sonra gəldik bu hissəyə. Advantage Plus hissəsi. Mən burada nə edirəm? Mən məsləhət görərdim ki, müştərilər üçün və yaxud təzə reklamlar verirsinizsə və yaxud ilk müştəriyə ilk reklamını verirsinizsə, Advantage Plus-a buraxın, okey? Və Advantage Plus-a buraxanda bəzi hədəf kütlə faktorlarını qeyd eləyin. Misal üçün, Yaxşı. baxın, orijinalı seçmirəm, özümü sıfırdan qurmuram. Advantage Plus-a buraxıram. Burada yaşı təyin edirəm. Bu niyə görsənmir? Məndə də görsənmir. 24. Okey. Niyə 24-ü seçirəm? 25-i seçmədim. Mən tək ədəd tutarım sonra. Yox, indi göstərəcəm. Yaş kateqoriyalar deyilən bir termin var. Gələcəm indi o sizə. 18 Ha? 5-ə kimi. Bəli, o yaş kateqoriyasına görədir. Ondan sonra, yox, 18-20 deyil. Mən 25 seçməliyəm. Baxın, buna görə deyirəm. Gəlin onu sizdən göstərim. Yaş kateqoriyalarında aha. Baxın. Yaxşı. Nə oldu? statistikada göstərdi müəllim. Statistikaya Yox, girəndə. burada göstərmə. Mən tez bir sual verə bilərəm. Aha, tez. Statistika komitəsindən datalar verirsiniz. Yox. Onun statistika komitəsinin datanı bəzən Google üçün götürürəm. Bu kadar düşünün. Ha, Google üçün, Google reklamısını Bir götürürəm. götürür yani Çanqam Sürəkam birisi Çanqamın Azərbaycan sürücüsünün sahibini. Onlardan götürürsünüz. Hardan Hardan götürürsünüz onu? Statistika özünü. O da biz baxdığımız yerdə. Sahip sürümə gedir. Eksik var işi. Dövlət Statistika Komitəsinin saytında oradan statlar götürürsən. Mən də Hər bax. şey mənim, hər şey. Bu məsələn də hansı markası olmaq üsüldür. Doğrudan. Ha, bizə qonşuluq Onu işləyir. bir yazdım sənə, mən də danışarım, mən də eləyərsən onu göstərərəm. Elə dərsdən sonra bir dənə danışalım. Baxın, görüşə gedirəm, müştəri görüşümü. Baxın, bunu deyirəm, 18-24. Yəni biz 24 yaş seçsəm, bayaqçı yerdə. İndi onu dəyişdim, 25 elədim. Bəli, 24 yaş seçsəm, avtomatik 18 də qəbul olunmuş olacaq. Okey? Yes. Yəni o yaş kateqoriyasına görə mən burada 25 ilə seçirəm burada. Başqa nə var? Yox, 35. 44 gəlin seçək. 45 öncə aid olmasın. 45 öncə vaxtları da yəni böyükdür də, yəni şey şimdi bəli. Yemək nəvələrini apara bilərdim mən. Onda 65 plus qalsın. Nə olur? Sizə nəyə görə? Yazma ehtimal. Az adamlar olanda bu reklam görəndə var bunu yəni bana görə olur botlarda. Dayanmadan. Yaxşı, 65 plus qalsın. Tamam. Tamam. 25 və 65 plus. Qadınlar olsun məncə. Kişilərin çünki az, düzdür, marağı olanlar var, amma az. Kişilər bir şey yapmır. Haldan hamısı oyun verirlər. Gəlin, seçdik qadınlar burada. Vəssalam, başqa heç nəyə dəymirəm. Və yaxud gəlin burada etsin, okey. Gəlin burada, normalda əl dəyməyə bilərsiniz. Tamam, mən bunu məsləhət görürəm, əl dəyməyin. Amma gəlin burada biz seçək tüm ebeveynləri. Bəli. 5 yaşına, 12 yaşına qədər. 100% onunla seçməliyik. Çocuk gelişimi. Ondan sonra indi burada bir məqam var. Biz kısıtlandı. İndi onu deyirəm. İndi biz burada 2 dənə hədəf seçəndən sonra burada önərilər hissəsi var. Baxın. Burada çıxır önərilər hissəsi. Çıxmasa belə zaten bu axtaşı odur, həmin hissədir. Bir və bura klikləyəndə gəlirdi, indi yığışdırırlar o hissəni. Baxın, önərilər hissəsi nədir? Sənin seçdiyin bu keywordlərə görə sənə özü təkliflər verir. Deyir, uşaq yetişdirmə. Bu da ola bilər.
Ondan sonra başqa nə nədir? Ailə. Ola bilər ailə. Olar müəllim. Evli də Bunu olar, seçərsən. olar. Mən buradakı targetingdə demografik bilgilərdə nə qədər çox qoysaq ziyanı var mənim. Lap çox qoymaq bəli. Diqqət fokusu dağıdır. Hə, düzdür. Lap çox qoymaq uyğun deyil. Alqoritmanı da çaşdırır. Amma 8 dənə, 7 dənə, 6 dənə belə qoya bilərsiniz. Müəllim, Ondan bir sonra, şey deyim bəli. praktikadan. Buradan yox, Meta Business Suite-dən reklam vermişdim. 2 dənə reklam verdim. 20 dollara 50 sent mesaj gəldi. Götürdüm kateqoriyanı çox daraltdım. 40 dənə mesaj gəldi. Eyni reklamı 2 dəfə öyrəndən sonra 3-cü dəfədə. Bəzən faydalı. O göstərə də bilərəm statistikanı. Baxarıq ona ki. İkinci bir yeterli. Aha, ondan sonra bir də baxın, meta reklamlarında tamam, effektiv olan hədəf kütlələri var. Biri var, ən hansı bir belə deyək də, təhsil yeridirsə, bu hədəf kütlə çox effektiv olur. Baxın bu. Baxın bu. Öyrənmə Bəli, bu hədəf kütlə akademiya sektorunda, akademiyanın təhsil sektorunda, bəli, akademiya, bu hədəf kütlə seçəndə effektiv olur. Ondan sonra satışı deyək. Satış hədəf kütləsinə baxın bu. Baxın, bu hədəf kütlələr çox effektiv olur. Etkiləşimdəki müştərilər. Bəli, fərqi yoxdur. və hospital. Hospitala bilmirəm. Sağlıq. Yəqin sağlıq var. Onlara Sağlıq və medikal. hospital müştərim az olub deyə bilmirəm. Ən çox olanları. Okey. Hədəf kütləmiz oldu 497.584.000 aralığı. Və bizim üçün Okey, 600-800 tamam. 600-800 min. Ola bilər, yuxarı olması biraz daha da yaxşı olardı, amma yox, bu da qala bilər, sorun deyil. Ondan sonra, evet. Ona görə dəyişir. Zaten burada dedik, təxmini günlük bu qədər erişimin olacaq, təxmini deyil. Bilməm. Okey, ondan sonra gəldik burada advantage reklam alanları səsindən. Biz bunu dəyişirik buradan. Burada görsəmir məndə, bilməm niyə. Manuel eləyirik və bəli, Instagram seçilibdir zaten. Amma yenə də manuel eləmək şərtdir. Okey. Ondan sonra davam edək. Bu hissədə nə edirdik? Deməli, bəli, profil akışını ləğv edirdik. Hanı profil akışı? Çünki buradan zaten mesaj gəlmir. İndi zaten optimizasiya dövründə baxacağıq. Profil akışını deyəcəm. Biri var ana səhifə, bir də var profil akışı. Profil akışı nədir? Daş mən girdim Raulun səhifəsinə. Raulun səhifəsində şəkillərə baxıram bir-bir belə. O iki şəkildən Bəli. Həmin çünki mənim məqsədim nədir? Raulun şəkillərinə baxmaq, okey? Və mən şəkillərə baxıram, reklam çıxsa, o reklam mənim üçün məqsədimdən kənar bir şeydir. Mən ondan sonra bir şey verməyəcəm. Hə, 100%. Ondan sonra davam edirik. Gəldik bu üçüncü mərhələyə, ən yekun hissəyə. Burada da adımızı təyin edək. Mesaj, reklam. Qısa yazdım, daha detallı yaza bilərsiniz. Ondan sonra burada dark post və mövcud göndəri hissəsi var. Bayaq dediyimiz məqam. Eyni qayda da. Bəli, əlbət hissəsi kimi. Burada biz mövcud göndəridən istifadə edirik. Çünki onlar paylaşıblar və deyirlər bunun üzərindən reklam ver. Amma müştəri sifarişi. Amma eyni şeyi, eyni postu zaten dark post da verə bilərsiniz, tamam? Və yaxud mövcud da verə bilərsiniz. Fərqi yoxdur. Yəni biz bu dəfə mövcud bir reklam verək. Amma eyni postu ilə səhifədən götürmək daha yaxşıdır. Etkiləşim səhifədə artırmaq. Həmin post üzərində. Hə, bəli, etkiləşim artırması bəzən onu eləyirlər, yes. Ondan sonra gəldik burada postumuzu seçək. Instagram üzərindən bizdə bayaq video idi, düzdür? Reels olan idi, baxaq. Hansıydı o? Copywriter'ların injeksiyonu düzgün. Biz dəqiq düz səhifədəyik, dostlar. Necə? Uşaq şəkilidir. Kreativ. Ha, biz kreativ teka edudayıq. Biz kitsə baxmalıyıq. Ayda. Biz buna girməliyik. Dəyişəbilir. Diğerleri gibi ben biraz fazla size Deyil. Biz Instagram müştərimiz istəyir ki, Instagram. Hə, bəli. Instagram konuşma 25 səviyyəsi 25 edirəm. 25 ilə. 25 10 gün, aynı yerdə. Günə 2 dollar. 23 mart. Zaten dəyməsə də olar da mənim. Eləməsə. Toplandım. Siz kesin. 15. Ondan sonra Düşdü. Müəllim Bakı. Bakı. 30 kilometre bir əhatə.
City, evet yok City. Qadınları Manchester. seçmişdik. Yaş kateqoriya Sonra 18 bu artı. işine kişi oldu. Bakın. Bunlar qalır. Onunla göre düşünüyorum. Ha, bunlar qalır. Necə qaldı? Dağlar qalır. Adı hədəf kimsə dəyişmir. Manuel, Akışlar, internet. profil akışı. Anası. Okey. İndi davam edirik 3-cü mərhələyə. Gəldik 3-cü mərhələyə. Bu hissədə mövcud bəli göndərir. Təyin elədik. Göndəri seç. Ha. Öz avtomatik seç. Kalmıştı Ha. böyle. Göndəridən bəli. Biz gəlirik isə burada təyin edirik. İmtahan vaxtı uşağınızın həyəcanlanmağı, stres və s. Seçdik bu postunuzu. Video yüklənsin. Bəzən burada metoda reklam verəndə sağ tərəfdə errorlar tez-tez çıxır. Belə problemlər çıxır. Bunlar problemlər çıxanda ümumiyyətlə gördüyünüz problem var, amma başa düşmürsünüz nədir və yaxud eləmirsiniz həmin problemi yenə də göstərirsə, o zaman səhifəni bir dəfə reload edin, yeniləyin səhifəni. Bəli, əgər yenə də problem çıxsa, deməli doğrudan da hardasa bir problem var. Bəzən çünki bug'dan çıxır bu problemlər. Bug olur, ilişmə olur, burada problem göstərir. Ona görə səhifəni yenilənsə gedəcək o bug. Amma bəli. Yox, yeniləyəndə silinmir heç nə. Yeniləyəndə qalır hamısı. İndi bu video yüklənən kimi biz şöyle aşağılara əldə eləyək. Biz mövcud göndəri seçdik deyə həmin reklamımızın description hissəsi də bəli, edit eləyə bilmirik. Avtomatik olaraq yazılmış olur. İndi özləri yazıb var. Story hamısı eləşmir. Story'yə bura gəlir, bura kimi gəlir, 3 nöqtə olur. Nə oldu? Yox, heç nə story olsun da seçməmişim elə. Nəyi seç? Story'da var içində. Reklamın alanlarını soruşur. Kâra çıxarır. Reklam alanlarını biz zaten təyin edirik. İkinci mərhələdə. Reklam setində təyin edirik aşağıda. Okay. Ondan sonra davam eləyək. Burada Instagram mesajı göndərdi zaten call to action'ımız. İndi gəldik bu hissəyə. Mesaj göndər reklamlarında Seçim versən də. bu hissədə şablon var. Mesaj şablonu. Reklamda seçmişim. İkisini. O şablonda olur bəzən, bəli. Ondan sonra böyle bir şablon var. Bu error indi bildim mən nə error. Bu error deyir ki, güya ki Instagram videosunu reklama qoyursansa Facebook'a da yüklənməlidir mütləq şəkildə. Fərqinə buraxın. Okay. Əslində fərqi yoxdur. Mən Facebookda paylaşmıram, Instagramda paylaşıram. Yox, yüklənməyəcəm. Bu bug'dır. Yes, ciddi almıram. Səhifəni reload falan eləyəndə bəzən itir gedir, göstərmir o problemi. Bir işləməmiş orası. Düzələcək. O zaten səhifəni eləyəndə heç bir problem olmadı. Eləyə bilərsiniz bunu. Все. Gördünüz, problem bitdi. Ondan sonra gəldik şablonlar hissəsinə. Baxın, şablon hissəsinə gələndə burada mən yeni bir şablon yaradıram. Yapay zeka hər şey eləyirsiniz, yoxsa Yox, ehtiyac yoxdur. Eğer metan yayından istifadə eləməyin. Effektiv deyil. Salam. Yox. Burada sən hələ xoş gəldin, qarşılama mesajı verirsən. Salam. Baxın, salam seçəndə burada kim müraciət edirsə onun profilini seçə bilərsiniz. Okay? İndi şablon olaraq Elmira düşdü. Mələk yazacaq, mələk yazır. Ülvi yazacaq, ülvi yazır. Kim yazırsa Instagram adı onu yazır. Salam filan kəs. Ondan sonra. Mənim Instagramda ad bölməsi var ki. Var da o. Yox, sənin profilin adı düşür. Sizə necə? Kömək edə bilərik. Məlumatda isə bir düzümlə şey edir. Müraciətiniz üçün təşəkkür edir. Sizə tezliklə cavab verir. Ola bilər, o da ola bilər. Ətraflı məlumat. Kim əlaqəsindəsə? Bir də bəli, elə onu yazın. İki dənə yazın, bunu silirəm. Ola bilər. Məhsulların varsa qiymət yaza bilərsən. Burada qiymət uyğun deyil, amma yazılır. Bəli, bunlardır. Bunlardır, bəli. Ondan sonra və burada şablonuma ad qoyuram. Misal üçün qoyuram mesaj reklamını yazdım. İlk mesaj. Okey, ilk mesaj. Yasifdə. İlk mesaj yazdım. İndi bunu kayd edəndə mənim yaratdığım şablon gəlib düşür bu hissəyə. Yəni növbəti mesaj reklamlarını da sıfırdan yaratmıram. Kayd edim, bəli, bunu istifadə edəcəm. Vəssalam. Hanı sorulur? Qarşılığında ediyorsun. Bayaq yazılmış. Ətraflı məlumat. Yəni bax burada sağa baxın. Yəni bir də müştəri özü yazmır, ətraflı məlumat verin. Bu dənə bura klikləyir, vəssalam. Yanıtlar da odur ki, cavabın varsa, onu bura yazırsa, müştəri bura klikləyəndə fərqi yoxdur. Sonra 3 də olsa, 4 də olsa, ona avtomatik bura yazdığım mesaj gələcək ona. Bəli, ünvan sorduğunda. Mənim də dedim, toplur.
Ondan sonra davam edən hara deyirdi onu? Haralar deyirdi sorusanları? Hə. Ondan sonra dostlar baxın. Burada bir dənə bizim errorumuz var. Okay? Bu error nəyi göstərir? Deyir reklam arama sonuçlarında görsənməyəcək. Niyə? Çünki biz Bakışını yığışdırdı. yox, Keşfet o şeyi. heç o ayrıdır. Biz videonun reklamı var və videonun ölçüsü arama sonuçları üçün uyğun deyil. Ona görə reklam alqoritması çıxartmır. Biz ona görə gəlirik buradan arama sonuçlarını tapırıq, bunu ləğv edirik, keçirik təzədən 3-cü mərhələyə. Eləməsəydin onu. Okay? Eləməsən işin qala bilər, problem deyil. Amma prosta errorumuz qalmasın deyədir. Okay? Ləğv elədik. Ona takılmayın. Ona takılmayın. O sizə deyəcək bunu qaldırmaq üçün 135 dollar qoy, 15 dollar belə qoy, 20 dollar belə qoy. Ona takılmayın biz. Ondan sonra davam edəcək. Kampaniya planı bayaq yaxşı idi. Error göstərəndə. Erroru ləğv etdim, kampaniya planı düşdü, şey oldu. Prosta daha çox pul xərclətməkdir. Arama hər reklam alanlarında sənin reklamın görsəndikdə səndən müəyyən məbləğ xərclənir. Biz arama sonuçlarını ləğv edirik, o xərclənmənin qarşısına da boş-boşda xərclənməsin deyə. Ona görə kampaniya planı düşür. Bəli. Ondan sonra davam elədik. Tablomuz, hər şeyimiz hazırdır və salam. Gəldik, yayımlayırıq, amma yəni də səhvlərimiz var. Prosta müştəridə o səhvləri düzəltmək üçün məlumatlar yoxdur deyə düzəltmirik. Növbəti reklamlarımızda onların üzərindən keçəcəyik. Səhvlər nədir ki? Səhvlər nədir ki? Səhvlərimiz var. Reklamın daha yaxşı işləməsi üçün bəzi addımlar ata bilərik burada. Prosta müştəridə o şeylər yoxdur deyə, yaratmayıb deyə ata bilmirik. İndi demirəm, maraqlı qalsın, növbəti dərs baxacaq olar. Reklamdan girdim bura. Hə, bəli. Girməsin. Yenidən mesaj göndər. Ha, elədir, bəli, elədir. Budur. İmunu o hissə idi. Heç reklama girmədi, çevir, yenə gələcək. Bəli. Aha. Hadi çıksın. Bəli, bəli, buyurun. Bəli. Aha. Amma burada nəsə problem var mı? Burada başqa saatda paylaşdım. Məsələn, mən gecə saat 1-ə qoymuşdum, səhər saat 12-də paylaşdım. Bəlkə sən orada şeyi qarışdırıbsan, o ingiliscədə var ya, AM, PM məsələsi var ya. Bəlkə onu qarışdırıbsan, ola bilər. Bir də mənə Çox güman ki, odur. şeydən də olur. AM, PM. Bax. Reklamı yaradanda şey deyirsən. Başqa ölçüləşsin yaradırsan. Saat aralığını sən. Ha, ola bilər. Məndə O da ingiliscə işlədirsən, məsələn. Bax, burada tutaş ayın 13-nə planlayıram. Kliklədim bura. Ayın 13-nə elə üstünə. Və salam. Bax, aşağıda elə anı planlama. Dəqiqə. Bugün ayın 13-də önce planlama gözlə. Dəqiqə. Ayın 14-nə keçeyim. Reklam hesabını hansı ölçü üçün yaratmısınız? Ha, bax, mənə ayın 15-nə planlayıram. Görsən? Bax, ayın 15-idir. Necə? O da ola bilər. Yox, onu deyil. Bax, ayın 15-idir. Planlayıram ayın 15-nə. Seçdim ayın 15-ni, bax, 15 Mart Facebookda 12-ni seçirəm və yaxud biri seçmək üçün 13 verirəm bura. Okay. Əgər ingilis dilində gecə 1-də istəyirsənsə, bəli, 01:00-dur. Aydan, Sevda getdi özə. Çünki biz səkdə Sevdanla montajdan sağla. Hə, 01-lə, amma mənə Bundan sonra sizden amma ingilis dilində işlədirsən deyə, orada AM, PM məsələsi var ingiliscədə. Hə, onu bir sözdə bəli, bu cür aktiv olacaq 100%. Bir dənə yoxla, elə bir şey olsa deməli də oradan problem var. Bəlkə də səhv də olursun. Yəni də bir dənə yoxlayarsın, tamam? Yoksa gel. Hız verir. Abi ne soruşur ne? Ne soruşur ne?